Deməli, yoldaşlar, başlayaq müasir trendlər mövzusundan. Ümumiyyətlə, məsələyə belə yanaşaq. Müasir trend dedikdə nə başa düşürük? Bu müasir trend anlayışı nə vaxtdan yaranan bir anlayışdır. Ümumiyyətlə, cəmiyyətin, iqtisadiyyatın, texnologiyanın inkişafı nəticəsində e, dünyada insanlığın həyatında, insanların həyatında, sosial, iqtisadi, mədəni həyatında çox böyük dəyişikliklər baş verdi ki, bu dəyişikliklər də istər-istəməz insanın həyat tərzini dəyişdikcə onun düşüncə tərzini dəyişdikcə onun fəaliyyət sahəsini dəyişikliyə uğratdı. Bax, bütün bunlar hamısı bizim həyatımızın formalaşmasında artıq qaçılmaz bir rol oynuyor. Biz istəsək də, istəməsək də bugünkü insan, yəni 5 il əvvəlki 2020-ci ildəki insan deyil. Bugünkü insan 2026'ın insanı 2010-cu ilin, 15-ci ilin düşüncə tərzinə malik olan insan deyil. Çünki həyat o qədər dəyişir və o qədər sürətli dəyişir ki, bu sürətə çatmaq üçün insanlar özləri bəzən həyatla yarışır, zamanla yarışır. Bax, bu yarış formu əsnasında kimisi iqtisadi cəhətdən, kimisi sosial cəhətdən, kimisi mədəni cəhətdən, kimisi idarəetmə cəhətdən müxtəlif istiqamətlərdə təbii ki, inkişaf eləyir, dəyişikliyə məruz qalır. Bütün bunlar da hamısını ümumi götürdükdə biz bunu deyirik müasir trendlər. Müasir trendlər təkcə texnologiyada deyil. Müasir trend anlayışı iqtisadiyyatda özünü göstərir, təhsildə özünü göstərir, bir daha deyirik, idarəetmə özünü göstərir, sosial həyatda özünü göstərir. Və bəzən də elə bir şey olur ki, onu insanlar trendləşdirir. Yəni, belə baxanda prosesin özü, fəaliyyətin özü bir qəpikli bir fəaliyyət deyil. Amma onu gündəmdə saxlamaqla insanlar özləri onu trendləşdirir. İnsanlar özləri onu önünə çıxardır və daha sonra həmin vəziyyətə özlərini uyğunlaşdırmağa çalışırlar. Yəni, bilirsən nəyə oxşuyur? Bəzən belə deyim. Öncədən bir şayə buraxılır ki, filan şeyin qiyməti qalxacaq. Və baxırlar ki, göstərən cəmiyyətin reaksiyası nədir? Məsələn, baxırlar ki, cəmiyyət buna çox sakitlə yanaşır. Deməli, uyğunlaşır cəmiyyət. Daha sonra həqiqətən bunu qaldırırlar. Artıq belə deyək, istənilən bir şeyin qiymətinin qalxmağı bizim üçün bir trend anlayışıdır. Yəni, təəccüblənmirik. Burada nə var ki, qalxır da. Bütün dünyada hər şey qalxır deyirik, Azərbaycanda da. Yəni, bu iqtisadi həyatda olan bir trend anlayışıdır. Baş verən qalxımlara adi yanaşmaq psixologiyası. Və yaxud da indi bunu cəmiyyətimizin mənəvi həyatının müxtəlif sahələrinə aid etmək olar ki, baş verən proseslər öncə cəmiyyətdə nəbzi ölçülür, daha sonra isə bu həyata tətbiq edilir. Təbii ki, burada ən əsas müasir trendlərdə inkişaf xətti süni intellektlə bağlıdır ki, süni intellektin insan psixologiyasına təsiri, insan həyatına təsiri qaçılmaz bir vəziyyət alıbdır. Süni intellekt təkcə bizə belə deyək, insan əməyinin asanlaşması baxımından yanaşmayaq və ya təkcə hansısa informasiyanın əlçatanlığına tez nail olmağımızla bağlı deyil. Hətta süni intellekt artıq bilirik ki, müasir tibb sahəsində də, diaqnostika sahəsində də özünü göstərir. Artıq avtomobil sənayesi belə süni intellektdən öz payını götürməkdədir ki, bu da daha müasir texnologiyaların tətbiqini ehtiva edir. Ekoloji problemlərin aradan qaldırılmasında tətbiq edilən üsullar, onların özü də bir trend ola bilər, hansı ki, daha sonra bu cür məşhurlaşır, insan həyatının tərkibinə çevrilir. İstər günəş enerjisi, istər külək enerjisi, istər alternativ enerji mənbələrindən istifadə və bu enerji mənbələrinin qorunması, ondan daha səmərəli istifadə edilməsinin özü də trendləşdirilə bilir. Müasir təhsil sisteminin özü artıq bir trend formasını alıb, onlayn təhsil sistemi, məsafədən təhsil, təhsil platformaları, rəqəmsal tədris vəsitələri, bunlar hamısı insanların bilikləri daha əlçatan formada əldə etməsinə imkan yaradır. Burada da artıq təhsil təkcə milli, regional təhsil yox, qlobal təhsil formasında özünü göstərir. Qısacası desək, müasir trendlər cəmiyyətin inkişafında misilsiz rol oynar. Yoldaşlar, bunu heç kim dana bilməz. Biz bunu bəyənsək də, bəyənməsək də, biz bunu qəbul etsək də, etməsək də, dəyişən dünyada biz də dəyişmək məcburiyyətindəyik.
Təbii ki, bu dəyişimlər milli mənəvi dəyərlərimizin itirilməsi kimi yox, sadəcə olaraq yeni yanaşmaların belə deyək, formalaşması kimi qəbul etməliyik. Mütləq şəkildə biz bunlara uyğunlaşmalıyıqmı? Yox, elə bir məcburiyyət yoxdur. Amma baş verən dəyişiklikləri həyatımıza uyğunlaşdırmalıyıqmı? Bəli. Baş verən dəyişiklikləri özümüzün tələblərimizə uyğunlaşdırmalıyıq. Biz baş verən tələblərə doğru uyğunlaşmağa çalışsaq, o zaman yanarıq. Yanarıq. Mən mövzumuza aid olmasa da elementar bir dənə deyək ki, bir dənə misal deyəcəm. Xanımlar, mənim çox-çox üzr istəyirəm mən sizdən. Bax, Bakıya çıxanda Bakı küçələrində mən şəxsən çox-çox üzr istəyirəm. Dönə-dönə üzr istəyirəm. Mən baxanda artıq iyrənirəm. Marşruta, qatara, metroya minəndə çox-çox istəyirəm. O bir sıra xanımların o üz, dodaq forması və min hoqqa çıxardıblar. Ona baxanda iyrənirəm. İlahi, bu nədir? Bu nə yarışdır? Belə şeylər, Mickey Mouse vəziyyəti alıbamı? Nədir? Nəyin trendidir? Biri indi belə elədi deyən hamı buna getməlidir. Bax, bu mənfi tendensiyadır trendləşməkdə, belə deyək. İnsanların hansısa baş verən dəyişikliyə doğru qaçması. Bir də var ki, baş verən dəyişikliklərin insanın özünün istəklərinə və tələblərinə uyğunlaşdırılması anlayışıdır ki, bu ikinci halda cəmiyyət daha çox fayda əldə edə bilər ki, nəinki bizim ona tərəf getdiyimiz halda. Ümumiyyətlə, müasir rəqəmsal, belə deyək, trendləşmədə ən əsas məsələlərdən biri məhz rəqəmsallaşma idi. Yəni, biz buna deyirik ki, digital transformation. Digital transformation, yəni rəqəmsal uyğunlaşma anlayışıdır ki, müasir dövrün ən güclü trendi məhz budur. İstər dövlət idarəsində, istər biznesdə, istər təhsil sistemində, istər ümumiyyətlə həyatda rəqəmsal texnologiyaların tətbiqi geniş yayılıb. Demək olar ki, artıq insanlar rəqəmsallaşıb, robotlaşmış bir vəziyyətdədir. Dövlət sisteminə baxsaq, elektron hökumət sistemləri tam bir rəqəmsallaşmaya doğru gedir. Bu yaxşı tendensiyadır, bəli, əla tendensiyadır. Çünki rəqəmsallaşma nəticəsində bütün informasiya vahid bir mərkəzə yerləşdirilir. Məlumat bazasında, yəni big data dediyimiz bir datada cəmləşir və bizim ona əl çatan olur biz insanlar üçün bu məlumatlar. Və bəzən rəqəmsal bank xidmətləri deyilən bir xidmətlər sektoru deyirik. Bu da rəqəmsallaşmanın bir qismidir ki, daha təhlükəsiz informasiya ehtiyatlarının qoyulmasında rol oynayır. Onlayn təhsil sisteminin rəqəmsallaşması, bu da çox vacib bir anlayışdır sözün həqiqi mənasında. İndi onların hər biri haqqında məlumat verəcək. Bulut texnologiyası anlayışı, yəni bütün bunlar onu göstərir ki, rəqəmsallaşma, belə deyək, məlumatın bir bazada toplanması və biz insanların ona müraciət etməsi nəticəsində daha tez həmin informasiyanı əldə etməyimiz vaxtımıza qənaət edir, xidmətlərin daha sürətli göstərməsini təmin edir. Suni intellekt anlayışına gəldikdə isə, müasir texnologiyanın bayaq dediyimiz kimi ən vacib hissəsidir. Artıq qərar vermə anlayışı insanın beynindən də tez yerinə yetirilir. Əgər bu vaxta kimi biz son 10 illikdə deyərdik ki, ən yüksək sürətdə qərar verən insandırsa, daha çevik insanlar var ki, dərhal reaksiya verir. Artıq müasir suni intellektin kölgəsindən belə keçə bilmərik. Ən iti zəkalı insan belə onunla rəqabət gələ bilməz. Çünki müasir texnologiya, suni intellekt elə bir səviyyədədir ki, həqiqətən bir saniyədə 1 milyard əməliyyatın yerinə yetirilməsi və onun emal olunaraq insana təqdim olunması fantastik bir sürətdən xəbər verir ki, hələ nəzərə alanda ki, bunun üzərində işlər gedirsə, gör bunun gələcəyi nə tərəfi olacaqdır. Ona görə deyirik ki, suni intellektin artıq tibbdə istifadəsi, suni intellektin təhlükəsizlik sistemlərində işlənməsi, suni intellektin avtomobil sənayesində işlənməsi, suni intellektin biznesdə istifadə olunması getdikcə daha çox sahəyə tətbiq olunacaqdır ki, bu da iqtisadiyyatın bir parçasına çevirəcəkdir suni intellekti. Müasir trendlər mövzusunda sual düşə bilər yaşıl iqtisadiyyat anlayışı.
Yaşıl iqtisadiyyat təbiidir ki, adından göründüyü kimi müasir bir trend kimi təqdim olunur. Çünki alternativ enerji mənbələrindən istifadə olunması, külək enerjisi, günəş enerjisi, ekoloji məhsulların tətbiqi, e, tullantıların təkrar emalı məsələsi, bu da çox vacibdir. Tullantıların təkrar emalı bu dəqiqə bəşəriyyətin ən ehtiyacı olan məsələlərdən biridir. Çünki təkrar emaldan çıxmaqla böyük ekoloji bir problemin qarşısı alınmaqdadır. Əgər bu şəkildə təkrar tullantıların emalı olmasa, o zaman qısa müddət ərzində böyük bəhbəhlə qurduğumuz və daha doğrusu istifadə elədiyimiz dünyanı zibilliyə çevirəcəyimiz qaçılmazdır. Ona görə yaşıl iqtisadiyyat anlayışı ekologiyanın, ətraf mühitin qorunmasını, onun iqtisadiyyatın davamlı bir qaynağı halında davam etdirməsini təmin edir və iqtisadiyyatın qaynağı olmaqla yanaşı, deməli, bəşəriyyətin və insanlığın da xidmətində olmuş olur. Müasir trendlər mövzusunda sizə sual düşə bilər startap mədəniyyəti məsələsi. Startap layihələri son illərdə ümumiyyətlə geniş yayılmış bir layihələrdir. İnnovativ ideyalar əsasında qurulan biznes layihələrinə startap layihələr deyilir. Yəni innovativ ideya nədir? Yeni yanaşmaları, yeni belə deyək, idarə mexanizmlərinin tətbiq edilməsi, yeni üsulların tətbiqi məhz startap layihələrini aktual edir. Ona görə də sual düşsə ki, aşağıdakılardan hansı startapın, belə deyək, startapların xüsusiyyətləridir? Biz bura deyərik, innovativ ideya, sürətli qərar vermə, sürətli inkişaf, texnologiyaya əsaslanma, çünki burada texnologiya əsaslanma da var, qlobal bazara çıxış imkanı, ola bilsin ki, sənin çox yüksək keyfiyyətli məhsulun var, amma bunu dünya bazarına yaxşı təqdim edə bilmirsən. Yaxşı təqdim edə bilmədiyinə görə sənin keyfiyyətli malın qalır. Amma hansısa keyfiyyətsiz bir məhsul istehsal edən bir firma çox güclü reklam işləri görür, çox güclü təqdim etməsi var, çox güclü dizayn xüsusiyyətləri var ki, bu qlobal bazara daha geniş çıxma imkanına malik olur ki, bu da həmin şirkəti daha çox irəli gətirir və onun nəticəsində o təşkilatın idarə edənlər, menecerlər və digərləri daha çox qonorarlar əldə edir. Onlayn Bir sual verə bilərəm. buyur, buyur. Startap layihələri dünya üçün bilinən bir termindir. İndi məsəl üçün atıram, yəni OpenAI şirkəti ChatGPT-ni bir startap layihəsi kimi təqdim elədi və tutdu. Hazırda da aktual şəkildə istifadə olunur. Bəli, İndi mən Azərbaycanda, tutaq ki, Azərbaycanda elə bir platforma yoxdur da, yəni özlərinin bəli. süni intellektini. İndi məsəl üçün mən o formada bir şey yaratsam, bu startap layihəsi sayılır yoxsa kopya sayılır? Əlbəttə sayılır. Əlbəttə. Sən nə bilirsən ki, bu gün Azərbaycan cəmiyyətinə təqdim elədiyin bu kiçik bir layihə bəlkə 3 aydan sonra, 5 aydan sonra, 1 ildən sonra çox böyük bir aktuallıq qazandı. Öz aramızda yadınıza salın, ChatGPT təqdim olunan zaman demək olar ki, o proqramı sayan yox idi. Yadınıza düşür, o nə idi ki, adi elementar bir proqram. Bəli, bəli. Amma proqramı bazara təqdim edənlər daha sonra onun çatışmayan cəhətləri üzərində o qədər işlədilər ki, getdikcə o bazarda özünü doğrultdu və artıq qlobal dünya bazarı səviyyəsində istifadə olunur və belə deyək, bir layihə təqdim olunarkən bəllidir ki, o nə qədər hər tərəfli düşünsən də layihəni, o layihənin çatışmayan cəhətləri olacaqdır. Onun yaradıcıları özləri birbaşa aşkar eləyə bilməz. Nə qədər olursan ol bu sahədə, yəni bir layihəni bazara, cəmiyyətə təqdim eləmədən onun çatışan-çatışmayan cəhətlərini görə bilmərsən. Və bu çatışmayan cəhətləri görüb də bunu əsəbləşməkdənsə, bunu görüb, aşkar eləyib, onu aradan qaldırmaq psixologiyasını insan özünə öyrətməlidir. Ya şirkətlər bu istiqamətdə getməlidir. Bax, bəzən mən çox-çox üzr istəyirəm bu ifadəmə görə mövzudan kənar edəm. Bax, Azərbaycan dövlətçilik idarəçiliyində mənim bəyənmədiyim anlayış nədir? Tənqidə hazır olmamaq, tənqidi qəbul etməmək və ya tənqidi həzm etməmək. Və bizim dövlət idarəçiləri ancaq alqışlanmağı sevir. Nə badə bir dənə onun qüsurunu deyəsən, saçmayan cəhətini olursan vətən xaini. Əslində çatmır ki, bunlarda normalda. Tənqid inkişaf deməkdir. Müxalifət iqtidarın inkişafı deməkdir. Kül o iqtidarın başına olur ki,
onun cəmiyyətində müxalifət yoxdur. Çünki müxalifət daim nəysə nöqsan axtarmağa çalışır. İdarəçilikdə bir nöqtə axtarır ki, o da nöqsanı tapsın. Çünki iqtidar, idarə edənlər o nöqsanlara fikir vermir, fərqində deyirlər. Amma müxalifətin işi nədir? İdarəçinin, iqtidarın nöqsanını tapmaq. Və bunu tapıb dilə gətirəndə artıq iqtidar dərhal bu nöqsanı görüb, aha, burada nöqsanım var, tez bunu aradan qaldırım. Beləliklə, iqtidar müxalifətin sayəsində öz nöqsanlarını bir-bir belə deyək, rəndələdikcə artıq ideal bir idarəetmə formasına gəlir və xalq da bunu həqiqətən əbədi və əvəz olunmaz hesab edir ki, mükəmməldir. Bundan sonra müxalifətin bir nöqsanı qalmır. Baxın, nə tapsın iqtidarda? Hər şeyi aradan qaldırıb vaxtında. Amma bizdə nədir? Bizdə deyir, qətiyyən tənqid eləmək olmaz. O, Əla Həzrətlərin xoşuna gəlməz. Axı, yaxşı, şöbə rəhbəri tənqid eləmə. Çünki şöbə rəhbərin xoşuna gəlir. Sektor müdirini eləmə. Aynən aparat rəhbərini demə. İdarədə, təşkilatdakı nöqsanları demə. Xoşlarına gəlməz. Yəni o nöqsanı deməsin, bu nöqsanı deməsin. Beləliklə gedib rəhbər vəzifəli şəxsə deyək ki, hansısa idarənin rəhbərinə saxta məlumatlar gedir. Və o da arxayındır ki, hər şey idarədə qəşəkdir. Və bu nöqsanları demədikcə bu yığılır, gələcəkdə problemə çevrilir. Ona görə də bir layihənin cəmiyyətə təqdim edilməsindən əsla qorxmaq lazım deyil. Məsəl üçün, tutalım, bir ideyan var, çox rahatlıqla cəmiyyətə təqdim elə. Qorxmadan təqdim elə. Bugün 5 nəfər tənqid eləyəcək, sabah axşama 3 nəfər bunun qədrini biləcək. O 3 nəfər bunun vəziyyətini, bunun mahiyyətini digər ətrafındakı 3 nəfər izah eləyəndə oluyor. 9 nəfər bunun mahiyyətini biləcək. Yavaş-yavaş layihə özünü tutacaq, mütləq. Ona görə cəmiyyətə yenilik təqdim etməkdən əsla çəkinməmək lazım. Sonra onlayn təhsilin məsələsi var. Bax, müasir trendlər mövzusunda onunla bağlı da sual düşə bilər. Bax, onlayn təhsil dedikdə əvvəllər bunun adı gedirdi distant təhsil. Distant təhsil həqiqətən son 20-30 ildə var idi. Müəyyən qədər aktuallığını qoruyub saxlayırdı. Xüsusilə, necə deyim, müəyyən bir xarici universitetləri təhsil almaq istəyən şəxslər buna gedirdi. Və yaxud da bir ölkənin, deyək ki, Avstraliyanın elə əyalətləri var ki, oradan çıxıb gedib, hətta Ottavada və yaxud da Canberrada da oxumaq mümkün deyil, Sidneydə oxumaq mümkün deyil. Belə şeylər həmişə nümunə olaraq gətirilirdi. Amma 2019-cu 20-ci illərdə o pandemiya elə bir möhür qoydu ki, bu sahədə onlayn təhsil dünya təhsil sistemində ən ön plana keçdi. Zoom proqramını bir startap layihə kimi yaradan şəxslər yadda saxlayır, ilk dəfə Zoom proqramı yaradılmasında onun maliyyə, o proqramın yaradılmasına çəkilən maliyyə xərcləri $500 civarında olubdur. İlk dəfə bazara təqdim olunanda $500 bir proqram idi. Və pandemiya dövründə həmin proqram, həmin şirkət proqramın yaradıcılarına $500 milyard gəlir götürdü, qazandırdı. $500 milyard. Və 2020-ci ildə belə deyək, dünyada qeyri-istehsal sektorunda, yəni iqtisadiyyatın o qeyri-istehsal sektorunda ən sürətli inkişaf eləyən, ən çox gəlir gətirən onlayn şirkətlər oldu. Onlayn, yəni təqdimat, danışıq, ünsiyyət təqdim edən şirkətlər, bir də onlayn ticarət. Bu iki sahə onlayn demək. Demək olar ki, qlobal bazarda ən yüksək istirahişə nail oldular. Çünki dövrün mühiti onların inkişafı üçün əlverişli şərait yaratdı. Və artıq nədir? Artıq dünyada pandemiya sistemi qutarsa da, indi Azərbaycandan başqa bilir ki, dünyanın hər yerində qutarıb pandemiya. Şimali Koreya ilə Azərbaycan pandemiyanı yaşadan ölkələrdir. İndi onlarda bilirik vəziyyət nədir. Amma bizdə vəziyyət nədir, özümüz belə bilmirik. Amma pandemiyanı yaşadırıq. Nə bahadə birdən korona ölər. Biz ona ömür veririk ki, nə bahadə ölər. Və dünyanın artıq dünya azad bir sistemə keçsə də, sərhədlər açılsa da dünyada, amma onlayn sistem yenə də öz əhəmiyyətini maksimum zirvədə qorumaqdadır. Çünki onlayn təhsilin əlçatanlığı idi biz üçün. Ən vacib onu deyək. Distant öyrənmə imkanı idi. Fərdi təhsil proqramlarının inkişaf məsələsi. Bu dəqiq bizim özümüz də nə edirik? Fərdi şəkildə, qrup şəklində, onlayn şəkildə oturduğumuz məkandan
evinizdə çay içə-içə rahat şəkildə təhsilə qoşulub istənilən informasiyanı əldə eləyə bilərik. Bunu bizə təqdim eləyən məhz bu texnologiyadır. Ona görə də belə deyək, bu müasir trendlər mövzusunda həqiqətən aktual məsələlərdən biridir. Sonra sosial media və informasiya cəmiyyəti məsələsi. Sosial mediada bilirsiniz ki, son dövrlərin demək olar ki, olmazsa olmazıdır. Bayaq elə auditoriyada girmişəm, girmişəm içəri, xanım qız tələbə başını qaldırır. Özüm üçün keçdim mətbəxə, çay süzdüm, oturdum çay içdim. Hələ başını qaldırmır ki, kursun rəhbəri içəri giribdi. Dedim salam aleyküm. Bir başını qaldırdı. Ay müəllim bağışlayın dedim. Ayıb ola sən nə ağarsan, sən neynirsən? Deyir takıntıdır deyir. Deyirəm nədir? Deyir takıntı. Deyirəm sən bala başın xarabdır. Sən ümumiyyətlə artıq bir dünyada yoxsan da. Sən yaşayırsan, amma cismən yaşayırsan da. Sən burada deyilsən, ruhun mənəvi cəhətdən köklənib ora. Və gün ərzində insanların metroda, marşrutda, qatarda bu şəkildə həyat tərzi yaşadığını görəndə onda başa düşürsən, niyə sosial media bu qədər aktual bir məsələyə çevrilibdir. Çünki həqiqətən sosial mediada bölüşülən informasiya insanları maqnit kimi özünə yapışdırıbdır. Çünki artıq əvvəl biri bir əsər yazanda, əsər gedirdi, deyək ki, Elmlər Akademiyasında bir ədəbi tənqiddən keçirdi. Ədəbi tənqid məsələsində, belə deyək, bu sahədə böyük tənqidçi alimlərin müəyyən fikirləri nəzərə alınırdı, rəndələnirdi, orası burası düzəlirdi, ideal bir vəziyyətə gəlirdi. Və artıq bu əsərin cəmiyyətə təqdim edilmək və çap edilməsi üçün normal bir icazə verilən həddə olduğu göstərilirdi və çapa gedirdi. Ona görə də müəllifdə çox elə nöqsan tapmaq olmurdu. İndi isə artıq yazarlar da, pozarlar da, nə bilim nəyi yaradanlar da, dombalaq aşanlar da, şpaqat açanlar da hamısı hardadır? Artıq o ictimai rəydən formalaşdırırlar özlərinin fəaliyyətini. Yəni, mən bu gün dombalaq açdım, amma mənə nə qədər insan baxdı və nə rəy verdilər. Bununla ictimai rəy formalaşır. O biri baxır ki, o dombalaq açdı ekranda, canlı yayımda. Bu qədər takip yığdı və ya bu qədər diqqət cəlb elədi. Mən deməli cəlb eləyə bilərəm. Mən gedirəm, davay, sabahsı gün mən şpaqat açıram ekranda. Hamı dedi, filan kəs şpaqat açdı. Bu biri deyir, dombalaq açan var, şpaqat açan var. Mən nağarım bəs sosial mediada özümə izləyici toplayım. Deyir, yox, artıq mən nə edirəm? Üzr istəyirəm. Bu paltarlarımı çıxardıram. Ancaq beləliklə bir yarış gedir da, bir dəlixanadır. Bax, bu sosial media artıq tənqid sferasından kənarda qalan sahədir. Sosial media dövlətin belə tam nəzarət eləyə bilmədiyi, hətta nəzarət eləməsi belə düzgün sayılmayan bir sferadır. Yəni, demokratiya, sosial demokratiya deyək də, burada kim nə istəyir, nə tər istəyir, elə deyilir. Deyir, xoşun gəlmir, bax. Amma necə də axı bu qarşına çıxır, insan neynəsə də telefona girən kimi qarşısına bu gizbəsərlər çıxır. Ona görə də sosial medianın təsirləri çox böyükdür müasir dövrdə. Burada istər ictimai rəyin formalaşmasını deyə bilərik, istər biznes reklamı. Bax, sosial media sferasından biznes reklamı çox aktual bir məsələdir. Öz məhsullarının, öz xidmətlərin biznes formasında təqdimatı. Onlayn marketinq sistemi məhz sosial media sayəsində daha da inkişaf etməkdədir. Qlobal kommunikasiya məsələsi sosial mediada çox vacibdir. Ona görə bu sahənin də təbii ki, yeni xüsusiyyətləri mütləq şəkildə formalaşacaqdır. Biz onların hamısını yaşayacağıq, görəcəyik. Yəni, bizim nəsillər çox şey görmüşük. Yəqin ki, gələcəkdə daha fərqli biz xüsusiyyətlər görəcəyik. 4G, 5G texnologiyası. Deməli, kommunikasiya sistemində bilirsiniz ki, son dərəcə qlobal inkişaf prosesi gedir. Sürət yarışıdır. Burada istər mobil telefonlarımız olsun, istər internet, peyk rabitəsi olsun, istər kabelsiz rabitə sistemləri olsun. Bütün bunlar, bu kommunikasiya texnologiyaları, hamısı bu 4G, 5G texnologiyasına əsaslanan bir sistem əsasında formalaşmaqdadır. Və bu G-lərin sayı artdıqca, yəni yeni nəsil G-lər artdıqca, artıq o deməkdir ki, kommunikasiyada da sürətlənmə prosesi
belə deyək, artmaqdadır. İlk dəfə 4G texnologiyası 2009-cu ildə Stokholmda tətbiq olunubdu. Oslo şəhərində tətbiq olunubdu. İsveç şahzadəsinin toy mərasimi 4G üzərindən canlı olaraq yayımlanıb. İlk 4G-də TV kanalların 4G rejiminə keçidi bu şəkildə baş verdi. Daha sonra isə artıq bu proses dünya dövlətlərinə yayılmağa başladı. Burada saniyədə 326 megabit informasiyanın çatdırılması daha sonra bu terabaytlara doğru getdi. Hal-hazırda isə dünyada ən güclü belə sürətli media bu sahədə informasiya ötürülməsi ABŞ-da, Yaponiyada, Cənubi Koreya kimi dövlətlərdə tətbiq olunub ki, orada həm informasiya texnologiyasının belə sürətli olmağı, onların daha keyfiyyətli kabel sistemindən istifadə etməsi, daha keyfiyyətli texnologiyalardan istifadə etməsi və pek rabitə sisteminin yüksək səviyyədə inkişaf etməsi ilə bağlıdır ki, bu sahədə həqiqətən sağlam rəqabət gedir. Açığı deyəm ki, sizə texnologiyanın bu sahəsində sağlam rəqabət gedir. Və artıq 5G texnologiyası bir sıra ölkələrdə tətbiq olunur. Artıq burada o cəhəti də deyim ki, G-lərin sayı artdıqca, informasiyanın ötürülmə sürəti, radio dalğaların sayı artdıqca bunun insan orqanizminə zərəri də bir o qədər artmaqdadır. Ümumiyyətlə, radiasiya olmayan yerimiz qalmayıbdır. Əvvəl deyə bilərdik ki, yerin dərinliklərinə, metroya girək, orada heç olmaz, şüa olmayan bir məkan oradır. Artıq metronun dərinliyində belə bizim bütün rabitə sistemlərimiz, Wi-Fi sistemlərimiz siqnalları qəbul edir, ötürə bilir. Yəni, belə deyək ki, artıq təhlükəsiz yer yoxdur. Elə bir yer yoxdur. Yəni, bu tək biz üçün belə deyil. Dünyanın özündə bu tendensiya vardır. Yəni, dünya üçün belədir. Sonra Big Data anlayışı. Müəllim, bir dənə bir şey soruşa bilərəm. Buyurun, Onda buyurun. biz bunu informasiyanın ötürülmə sürəti kimi yadımızda saxlayaq da. Bəli, 4G bəli. sual düşsə ki, bu nədir? Bəli, bəli, bəli. 4G, 5G. İnformasiyanın sürətli ötürülməsi. Yəni, informasiya deməyək də, belə informasiyanın biraz fərqli forması. Siqnallar, radio siqnalların daha sürətli ötürülməsini təmin edən texnologiyaya biz 4G, 5G texnologiyası deyə bilərik. Hətta bunu biz öz həyatımızda da görə bilirik. Bir 5 il, 10 il əvvəl telefondan adi zəng eləyən zaman arada bir saniyə keçirdi, bir neçə saniyə zəng gedirdi. İndi elə yesi vuran kimi avtomatik sürətli şəkildə biz qarşı tərəfdən buna reaksiya cavabı ala bilirik. Yəni zəng satır. Bunun özü də hamısı sürətli ötürməyə xidmət edir. Big data anlayışı böyük informasiya anlayışıdır. Demək olar ki, son 3 imtahanın 3-ündə də düşən bir anlayışdır Big Data anlayışı müasir idarəetmədə. Biz buna deyirik Data Science elmi. Data Science, yəni elmi informasiya datasıyla məşğul olan, bazasıyla məşğul olan bir sahədir. Burada internetə qoşulu olan avadanlıqlar böyük informasiya belə deyək, kütləsini toplayır özündə. Və informasiya kütləsi datada toplanır. Hər şirkətin də belə deyim, özünün datası ola bilər. Hər nazirin özünün datası ola bilər deyəndə zaten var. Bu sahədə də məşğul olan insanlar var. Data analitik deyirlər bunlara. Yəni data üzrə işləyən insanlar, həmin qurumların mı, şirkətlərin mi, nazirliklərin mi bu informasiya bazasına daha sürətli çıxışı olan şəxslərdən söhbət gedir ki, onlar belə deyək, həm əmək haqqı yüksək olan şəxslərdir, həm özləri də bəzən baxırsan ki, bilməm, işlədiyiniz qurumlarda zadda bu IT sahəsinə, bu informasiya təhlükəsizliyi sahəsinə baxan yoldaşlardan bəlkə görmüsünüz, atkili maskili, bəzən görürsən ki, ruh kimi gəlirlər, belə insanlara qəribə-qəribə baxırlar. Çünki o qədər bu informasiya axınına məruz qalırlar ki, bu sahədə işləyirlər ki, onların özüdür ki, artıq robotlaşma prosesi gedir. Və bu data, hər bir informasiya bazası həmin qurumların, belə deyək, bu informasiya bazasına daha sürətli çıxışını təmin edir. Bəzən data sahəsində strategiya quran şirkətlər var. Data strategiyası deyirlər. Hətta dünya bazarı, qlobal bazarda götürsək, daha çox informasiya malik olmaq üstündə
sanki ölüm qalım savaşı gedir. Hətta o dərəcədə bu sahədə rəqabət var. Amma biz bunu hiss eləmirik də. Çünki biz belə bir bazı əsasında xidməti təqdim edən şirkət fəaliyyətində deyilik ki, belə sahəni araşdıraq. Bizə istədiyimiz məlumatı harda rahat tapa biliriksə, ora müraciət edirik. Biz üçün elə bir problemi yoxdur. Amma bu xidməti təqdim edənlər, bu bazaya malik olan insanlarsa, onların işinin prinsipi daha çox bazaya malik olmaq. Müəllim, bu data məsələsi big datadan da o daha çox misal üçün sorğular nəticəsində və statistika nəticəsində toplanılır da, yox? Bəli, Yoxsa bəli, başqa bəli. necə bunu Bəli, tapmaq olur? bəli. Sırf olaraq sorğular, statistikadır, araşdırmalardır. Bunların sayəsində toplanan məlumatları bazada qoruyub saxlayırlar. Belə bir anlayışdır. E, Sonra belə deyək ki, Məsələn, yüksəlişin özü də bizdən imtahandan qabaq sınaq eləyir də, baza toplayır ki, necə sual salım. bəli, O da əlbəttə big ki, data. bəli, o uşa onların özlərinə məxsus big datası. Məsələn, Dövlət İmtahan Mərkəzinin özünün data sistemi var. Onlar da sınaq eləyərək, sınaq nəticəsində imtahan qabağı ümumi cəmiyyətdə deyək ki, abituriyentlərin biliklərinin baza normasını götürür, səviyyəsinin levelini müəyyən eləyir. Yəni, bu xidmətləri təqdim edən şirkətlər, hansı sayda istər dövlət qurumları, istər özəl şirkətlər, nə olur olsun, onların işinin tərkib hissəsidir. Onlar çünki rəhbər vəzifəli şəxsin qarşısına nəyi analiz edildiklərini qoymalıdırlar, hesabat qoymalıdırlar. Yəni o statistikadan tutalım ortalama çıxardılarsa ona uyğun test ala bilərlər də. Bəli, Dimin bəli. özü də hamısı. Bəli, bax, belədir. Sonra Hətta mən bildiyim qədərilə nəinki bu dövlət qurumları, hətta bu özəl sektorlar falan da data ilə bağlı ciddi işlər atırlar. Yəni müştərilərin datalarını yığırlar və müştərilərin istəklərini müəyyən edirlər və müştərilərin istəklərini qarşılaşdırmaq üçün tədbir görürlər və o anda bəli, da həm yeni müştərilər qazanırlar. Çünki mənim tanıdığım bir çox restoran şəbəkələrinin sahiblərindən də danışmışam. CRM sistemi gedirdi o müştərilərlə bağlı, yəni verilənlər batır. Yəni o da ki, belə deyək də, get-gedə də yayılır. Yəni dövrün də tələbidir hal-hazırda data bəli, analitika. mütləq. Artıq belə deyək, kimisə qapısını gedib döymürlər. Orada baza əsasında onlar, bax, elementar bir şey deyim. Bax, bizim şirkət fəaliyyətinin özündə, yəni sırf mənim olduğum yerdə, işlədiyim yerdə olan bir şey deyim. Bax, biz kursumuzu açdıq, 6-cı filialı, Şans Tədris Mərkəzinin 6-cı filialıdır bu, hal-hazırda işlədiyim məkan. Və biz bunu açdıq Razım, Bakıxanov ərazisində. Bundan əvvəl bizim digər Bakının ətraf ərazilərində 5 filialımız var idi. Və bu əraziyə nəyə görə açdıq, rahat gəldik? Çünki buradakı ərazidə yaşayan, demək olar ki, bütün məktəblərin, fəaliyyət göstərən məktəblərdə təhsil alan şagirdlərin, valideynlərin datası əlimizdədir. Və biz məktəbə gedib kiməsə elan vermirik. Məktəbə gedib hansısa sınaq barədə ya kursumuzun fəaliyyəti barədə məlumat vermirik. Biz yalnız həmin əlimizdəki o məlumat datası ki var, əlimizdə rahat 400 minlik bir valideyn nömrəsi var. O nömrələrə SMS göndərməklə hansı tarixdə sınaq imtahanlarımız və bu sınaq imtahanlarımızın güzəştləri, burada qaliblərin mükafatlandırılması və digər məlumatlarla məlumatlandırırıq. Və bu bizim datamızdır. Fəaliyyətimizin zonasına aid olan datadır. Ben de sirimizi də açdım. Fikrimi izah eləmək üçün. Yəni ki, o hər bir sahə ilə məşğul olan o şirkətdir, qurumdur, kimin fəaliyyəti hansı istiqamətdədirsə, o ona lazım olan data ilə daha çox məşğul olur. Amma mənim nəyimə lazım? Tutalım, bu ərazidə yaşayan toplumun marağında ümumi nə var? Kim neyir, nədə maraqlıdır, nə qədər min adam, neçə min adam nədə maraqlı, o qədər mənə maraqlandırır. Mənə maraqlı olan prosesin təhsil tərəfidir. O birində bəyək qardaş dediyi kimi restoran və müştəri xidmətləri, o birində paltarların təqdimatıdır, cürbəcür xidmətlər ola bilər ki, bax bunların datası kimin əlindədirsə, o daha çox şəxsə, daha çox vətəndaşa çıxış imkanlarına malikdir. Sonra gəldik rəqəmsal detoks anlayışı. Yoldaşlar, rəqəmsal detoks anlayışı bizim hər birimizin ehtiyacı olan bir sahədir. Nədir rəqəmsal detoks?
Hamımız bilirik ki, artıq səhərdən axşama qara neqr kimi işləyirik. Həqiqətən də bu qara neqr kimi işlədiyimiz dönəmdə bizim zehni, psixoloji, fiziki çöküşümüz baş verir. Məsələn, öz adıma deyə bilərəm ki, mən 6 ildir mən məzuniyyətə çıxmıram. Tam 6 ildir. Bir ildə 365 gün var. 6'ya vurun, mən onun bir ayda 2'ce gün vuxadnoyum olur. Ha, işə bax. Bir ayda 2'ce gün vuxadnoyum olur və səhər saat 7'dən evdən çıxıram, axşam 1'də, 2'nin yarısı evə çatıram. Elə bir vəziyyət. Bax, bu qədər fəaliyyətin qabağında bəli, yorulmurammı, yorulurammı? Sadəcə olaraq niyə bəs enerjili ola bilirəm? Çünki öz işimi çox sevirəm deyəm, bu məni enerji vəziyyətində saxlayır. Sözün həqiqi mənasında e, mən vurğunuyam tədrisin. Və amma bir insan kimi yanaşanda mənim detoksa ehtiyacım var. Yəni rəqəmsal detoks böyük zehni və digər fiziki əməklə məşğul olan şəxslərin anidən bütün bu fəaliyyəti dayandıraraq, bütün texnologiya, telefon və digər kommunikasiya vasitələrinin hamısından imtina eləyərək həmin mühiti tərk etməsi anlayışıdır. Yəni özümüz üçün müvəqqəti istirahət elan edirik. Bu gün artıq telefonları keçirdik, kompüteri bağladıq, nə zəng gəlsin, nə zəng getsin. Tapşırıq ki, heç kim mənim yerimi kim soruşsa denən bilmirəm. Evdən gedib və gəlməyib. Hələ xəbər yox. Və bu arada bir elə etdiyim olur. Bir də görsən bazar günü olur. Xadnoy günümə düşəndə bazar günü hatta hər şeydən imtina edirəm. Qəsdən telefonu özüm evə qoyuram ki, hətta bəzən yoldaşıma belə demirəm. Özüm qəsdən telefonu evdə unuduram ki, onlar duranda görsünlər, telefon yaddan çıxıb, amma onu məqsədli sürətlə qoyuram ki, qoy mənə əl çatan olmasın. Gedirəm, başlayıram bağımda özüm üçün işləməyə, ağaclarla, zadla onu belləyirəm, bunu şumlayıram. Bu, yəni detoks anlayışıdır. Yəni fikrimi çatdıra bildirmi? Yəni bəzən biz buna deyirik ki, o bəzən telefona təyyarə rejiminin qoyulması. Nə zəng gəlir, nə zəng gedir. Kim səni axtarsa zəng çatdır. Təbii ki, indi vacib xəbər gözləmirsənsə, müəyyən bir tam keçirirsən və ya vacib xəbər gözləyirsənsə, müəyyən bir limitlər qoya bilərsən. Amma mümkün qədər bu sistemdən kənara çıxmaqdır ki, bax buna rəqəmsal detoks deyirlər. Bu rəqəmsal detoksu mən tövsiyə eləyərdim ki, hər birimiz öz həyatımızda bir vərdiş halına çevirək. Həqiqətən vərdiş halına çevirək. Dostlara vaxt ayırmaq lazımdır. Yolda yaxınlara vaxt ayırmaq lazımdır. Gəzintiyə çıxmaq lazımdır. Ailə ilə, fərdi, idmana getmək lazımdır. Bəzən teatra getmək lazımdır. Bəzən muzeyə baş çəkmək lazımdır. Və müxtəlif metodlarla biz bunca fəaliyyətin və gərgin fəaliyyətin əməyin qarşısında detoksa çıxmalıyıq. Yəni sual düşsə bilin ki, söhbət bundan gedir. Sonra gəlir rəqəmsal əkiz anlayışı. Digital twins deyirlər buna. Belə deyək, rəqəmsal əkiz anlayışı nədir? Ümumiyyətlə körpü deyək. Bax, elə təsəvvür edin ki, iki körpüdür. Bu sahildə eynidir. Ha buradan bura keçdin, ha buradan bura keçdin. Birləşdirəndə eyni şey olur. Və ya bir əlin güzgüdəki əksinə məsələn rəqəmsal əkiz deyə bilərik. Yəni hər hansı bir obyektin müxtəlif sensor vasitələrlə, texnologiya vasitələrlə, süni intellekt vasitəsilə, müxtəlif vasitələrlə onun bütün xarakteri xüsusiyyətinin hansısa bir subyektə köçürülməsi anlayışıdır. Və onun avtomatik rəqəmsal əkizinin formalaşdırılmasıdır. Ümumiyyətlə, müasir fantastik filmlərdə daha çox rast gəlirik. Hər hansı bir şəxsin, obrazın orada digital tvini yaradılır, rəqəmsal bir əksi yaradılır və rəqəmsal əks üzərində tədqiqatlar apararaq həmin şəxsin özünü belə deyək, öyrənirlər. Bax, mən gözüm görən bir şey deyim. 5G texnologiya əsasında əməliyyatı göstərdilər. Hindistanlı bir alim Amerikada bir tibb universitetlərinin birində dünyada ilk 5G texnologiyasına əsaslanan bir ürək əməliyyatı edir. Yoldaşlar, deməli nədir? Danışacağım deyəsiniz ki, bu kinodan bir fraqment danışmalıyım. Yox, elə bir şey deyil. Adamı uzadırlar, tam aparatlara qoşurlar, onun digital twins, rəqəmsal əkizi yaradırlar. Və onu artıq pasiyentin özünü ayrı yerə qoyurlar. Bunun rəqəmsal əkizi ki var, tam bir özüdür eləcə. Onun üzərində ürəyini çıxardır,
tam bir ürəyi ətraflı müayinə edərək onun kapilyalarında harda qan sızma var, həmin yeri yəni əməliyyat edir. Sonra ürək Müəllim, rentgen kimidir də bu, rentgen cihazı bəli, kimi. bəli. Və həmin o belə deyək, ürək təzədən o bədənə oturtulur. Sonra bu digital twinsin özü bədənə köçürülür təzədən. Çünki həmin şəxsin özünün bütün parametri kapilyalarına qədər eyni bir paralellik yaradıldığına görə, yəni təsvir eləyəndə belə öz-özümə deyirəm, ha, bu ya dəli oluram, ya başım xarab olur, bu necə ola bilər? Bizim necə ola bilər dediklərimiz, vaxtilə fantastik film kimi gördüklərimizin hamısı artıq belə deyək, müasir dünyada gerçəkləşməyə başlayır. Aydındır bax. Bax, bunu tək insan üzərindən deməyək. Məsəl üçün, bax, bu bir qurğudur. Bax, bu texnologiya qurğusudur. Bu qurğunun digital twinsi, yəni bunun kopyası yaradılır. Və bu xarab olan zaman, texnologiya qurğu işləyən zaman, bu birdən xarab olanda onun rəqəmsal ikidə avtomatik dövrəyə girib o fəaliyyət göstərməyə başlayır. Yəni biraz da süni intellektin burada rolu var. Yəni hər cür belə deyək, xüsusiyyətlər. Xüsusilə bax, müasir dövrdə tibb elmindən başlayan bu digital twins anlayışı artıq səhiyyədə, avtomobil istehsalında, sənayedə demək olar ki, bir böyük bir şəkildə, kütləvi şəkildə istifadə olunmağa başlayıb. Bax, belə bir anlayış deyirəm sizə. Təxmini indi bilmirəm, tutdunuz fikrimi yoxsa yox. Yəni, belə fəaliyyətlə məşğul olan konkret şirkətlər var, ölkələr var ki, həqiqətən bu sahədə çox böyük sərmayələr qoyurlar, çox böyük, belə deyək, tədqiqatlar aparırlar. Sonra, mən sizə nədən deyim, o qədər şey var ki, hansından deyim. Metaverse anlayışı, eşitmişsiniz elə bir şey. Bəli, Facebook'un yaradıcısının platformasıdır da, səhv eləmirəmsə. Bəli, bəli. Bax, Metaverse deyilən bir anlayış var. Metaverse anlayışı müasir dünyanı demirəm, amma gələcək dünyanın çox böyük bir, belə deyək, yaradılışı deyə bilərəm mən ona. Çünki həqiqətən artıq kaş ki, bizim ölkədə bu sahəyə diqqət yetirən əməkdaşlar olar. Bu sahəyə, nətər deyim, diqqət yetirən bir şirkət olar. Təbii ki, dövlət səviyyəsində olsa daha yaxşı olar, amma bizdə Üzr istəyirəm. Hətta mən bildiyim qədərilə o barədə oxumuşdum. Metaverse layihəsində hətta sahibkarlar üçün də böyük bir, yəni elə bir ki, bizim indi hazırki yaşadığımız dünyanın bir onlayn formada bir versiyamız yaradılır və həmin versiyanın üzərində tutaq ki, sənin burada mağazan var, həmin o Metaverse-də də mağazan aça bilirsən və insanlar da onlayn üzərindən girib alış-veriş edə bilirlər. Yəni elə bir ki, normal həyat yaşayırsan da sadəcə olaraq onu onlayn, sırf o platforma üzərindən yaradılıb. Sadəcə olaraq hazırda düşünürəm o qədər inkişaf eləməmişik deyə, hazırda o dövrə keçid üçün düşünürəm hələ tezdir. Amma 10-20 il ərzində fikirləşirəm ki, baş verəcək. Mütləq verəcək, mütləq verəcək. Bax, belə deyim də sənə, gözəl qardaş. Metaverse izah eləyəndə bəzən bilirsən yadıma nə düşür? O Avatar kinosu var, Avatar. Bax, Avatar kinosu eynilə bizim Metaverse'in belə deyək, daha real izahıdır. Yəni, insanlar, gəlin açıq deyək də, müasir dünyada baş verən problemlər, müharibələr, qeyri-insani hərəkətlər insanı bezdiribdir. Açırsan bir xəbər oxumağa, ürəyin qanın qaralır. Oradakı o panellərin altında əzilən, parçalan insan, uşaqları görəndə, şeytan İsrail və Amerikanın törətdiyi bu qətliamları görəndə həqiqətən insanın qanı qaralır. Baxmaq istəmirsən. Beləliklə cəmiyyətdə olan bu mənfi tendensiyalar insan ruhuna çox mənfi təsir edir. Nəticədə insan xoşbəxt ola bilmir. Elə hallar olur insan psixologiyasında. O zaman insan bəzən deyir ki, biraz keçin bəlkə götürür nauşniki, aparatı, taxır, özünün metaversini seçir. Mənim məsəl üçün ən xoşbəxt olduğum məqam haradır? Məsələn, mən özümü ən xoşbəxt hesab elədiyim məqam tam səmimi deyim. Məsəl üçün, bağda olanda, o ağacların arasında işləyəndə özümü xoşbəxt edirəm. Ya kimsə üçün təbiətdə, kimsə şəlalənin böyründə, kimsə dəniz kənarını, kimsə hündür mərtəbəli bir binadan, ya dağın başında alpinist kimi çıxanda özünü xoşbəxt edir. Bax, insan
o həmin o metaverse dünyada keçid edir. Oradakı özünün orada bir kopyasını yaradır, belə deyək. Oradakı dünyada yaşamağa başlayır və bunun qorxulu tərəfi də var. Bunun indi müsbət tərəflərini bəzən məkanı dəyişmək, psixoloji olaraq dəyişmək kimi yanaşsaq da, amma qorxulu məqamı odur ki, artıq insanlar o metaverse dünyadakı həyatına o qədər vurğun ola bilər ki, məhz o həyatı yaşamaq istəyər və oradan çıxa bilməz. O metaversə dair ilk nümunəni bilsən nə deyim? Vaxtilə bir multfilm var idi. Bir gün qoca bir balıqçı gedir, qızıl balıq tutur. Yoldaşına gəlir deyir. Yoldaşı deyir, sən avamsan, sən niyə ondan belə istəmədin? Ged ona denən belə bir şey versin bizə. Evimiz belə olsun. Gedir istəyir, qızıl balıq arzunu yerinə yetirir. Arvad bu dəfə daha da deyir, ged ona denən məni kraliça eləsin. O şimdi gedir kraliça eləyir. Ondan sonra qadın başlayır özlərini belə tapdalamağa mələdir və deyir, ged ona denən ki, qızıl balığa, məni dənizlər şəhzadəsi eləsin. O balığın özü mənim köləm olsun. Metaverse dünyaya artıq vurulubdur bu arada, virtual həyata. Və gedib bir dəfə kişi deyəndə bütün arzuları puç eləyir, onu təzən o evdar qoca qadına döndərir. Yəni metaverse o dünya biraz xəyal dünyasıdır. O xəyal dünyasını da virtual yaradırlar. Həqiqətən bununla bağlı fəaliyyət göstərən şirkətlər var və mən sizə deyim ki, bu sahəyə kapital qoyub bu sahədə belə deyək, təkmilləşmələr eləyən və daha yaxşı metaverse dünyanı təqdim edəcək şirkətlər gələcəyin şirkətləridir. Və belə şirkətlər bəşəriyyətdə 7 milyard insan var, 10 milyard insan var bəlkə də. Bunun tam 5 milyardı xoşbəxt deyil. Bu demək ki, 5 milyard metaverse şirkətinin müştərisi var. Daha çox insan, daha çox belə deyək, kapital deməkdir bu virtual dünya. Ona görə şirkətlər daha fərqli mövzularda, daha fərqli sahədə metaverse dünyalar təklif eləyəcəklər. O sahə gələcəyin sahəsidir. Sonra, bax, müasir trendlərdə qarşımıza çıxacaq məsələlərdən biri deyək, Dunning-Kruger effekti deyilən bir şey var. Dunning-Kruger effekti anlayışı nədir? Yəqin qarşınıza çıxıbdır. Bəzən şirkətlərdə bir qrup insanlar olur ki, ümumiyyətlə fərqi yoxdur istənilən yerdə. Çox az şey bilir, amma özünü elə təqdim edir. Özünü o qədər ağıllı sayır ki, yəni o ağıllı adamlar, təbii ki, ağıllı adam kimdir? Özünə hörmət eləyən, qarşısındakı hörmət eləyən, öz abırını qoruyan insanlara ağıllı adamlar deyilir. Amma bu tipli, o az bilib, çox bilmiş kimi özünü aparan insanlar, özünü o şəkildə təqdim edənlər elə bir şəkildə hərəkət edirlər ki, bu ağıllı adamlar öz abırından utanır, geriyə çəkilir. Buna deyirlər Dunning-Kruger sindromu. Həqiqətən bu bir sindromdur. Və getdikcə bu belə o xəstə düşüncəli insanlar o qədər özlərinin çox şey bildiyinə özlərini inandırırlar ki, və onlar cahil cəsarəti deyirik biz buna bəzən psixologiyada. Onlar buna inanırlar ki, onlar əvəz edilməzdir. Onlardan yoxdur. Belə, bax, buna Dunning-Kruger effekti deyirlər. Belə deyək, psixoloji bir anlayışdır. Yəni, idarə etmədə rastlanan bir anlayışdır, psixoloji bir anlayışdır. Bilirsiniz, buna dair kinolar da var, buna dair tamaşalar da var. Hər cür belə həyatımızda belə şeyləri görürük. Ona görə anlayış olaraq dedim ki, bilin, təxmini nədir Dunning-Kruger effekti. Sonra qarşımıza çıxacaq mövzulardan biometrik pasport anlayışı. Biometrik pasport insanın əl cizgiləri və ya üz cizgiləri və digər belə deyək, insanı müəyyənləşdirməyə imkan verən məlumatların toplandığı bir pasporta biometrik pasport deyilir. Burada indi belə deyək, bu pasportu, bu tələbi qoyan ölkənin və ya şirkətin özünün tələblərindən asılı olaraq müəyyən olunur. Şirkət var ki, hər bir əməkdaşının qapıdan içəri girərkən öz sənədini təqdim etməsi və barmaq izindən keçməsini tələb edə bilər.
ola bilsin ki, bu şirkət çox yüksək dövlət sirri əks etdirən bir məlumat bazasına, datasına malikdir və o inanmır təkcə öz işçilərinin əlindəki kartı yaxınlaşdırıb kart keçidi etməsinə inanmır. Bəlkə də bu kartı kiməsə veriblər, ayrı adam keçir, bəlkə yaxını keçir, bəlkə onun əkiz qardaşı və ya bacısı keçir. O qədər oxşuyurlar ki bir-birinə. Amma burada nə deyir? Yəni, biometrik bir barmaq izi tələb oluna bilər və ya gözün quruluşu və ya gözün bəbəyinə qədər o işığa baxıb ondan sonra keçid məsələsi ola bilər ki, biz bunu çox görürük. Ümumi bu biometrik pasport dediyimiz anlayışda avtomatlaşmış informasiya datası deməkdir. Hansı ki, bunu təqdim edərək biz istənilən bir yerdən keçə bilərik. İndi ölkə səviyyəsində ayrı cür, məsələn, asan xidmət timsalında artıq Azərbaycanda bilirik ki, vəsiqələrin verilməsi zamanı artıq bütün barmaq izlərinin kopyası götürülür. Yəni, orada datası götürülür. Çox yaxşı haldır. Bu ölkə üçün böyük təhlükəsizlik vəd edir. Gələcəkdə hər hansı bir yerdə baş verən cinayət hadisələrinin çox asanlıqla tapılması üçün şərait yaradır. Sən biri var, bu cinayəti törədən şəxsi min bir yolla illərlə axtarıb tapasan ya tapmayasan, nə biləsən? Çünki o qədər peşəkardır ki, heç bir yerdə iz buraxmır. Amma o fərqinə varmadan nə edib? Bir əşyaya barmağını toxundurubdur. Artıq onun bir barmağının izi, indi də deyərsən ki, o qədər iz var ki, nə biləsən kimin izidir? Yox, artıq o izi avtomatik skan eləməklə biometrik pasport sistemindəki data əsasında dərhal onun kimliyi tapa bilir. Olduqca rahatlıqla, belə deyək ki, bu informasiyaya çatmaq olar. Deməli, sizə sual düşür, inanmıram bu dəfə düşsün, amma düşən suallardan biridir. Deməli, müharibə sənəti deyilən bir sənət var. Müasir müharibələr də özü bir informasiya toplusudur, bir trenddir. Böyük Çin hərbi nəzəriyyəçisi var, Sun Tzu. Sun Tzu'nin müharibə sənəti, hərb sənəti və ya savaş sənəti deyilən əsərləri var. Burada hərbi strategiyanın hər bir metodunu, siyasətə aid olan, siyasət elminə aid olan hər bir əlamətləri qeyd edir. Olduqca maraqlı kitabdır. Mən bunun biraz məlumatlarını oxumuşdum. Yadıma gəlir ki, özüm şoka düşmüşdüm ki, orta əsrlər dönəmində belə hərbi taktikada biliklərə bunlar necə yiyələnə bilərdilər? Yəni, hər biri özü-özlüyündə çox dərin düşüncə və çox dərin məntiqi yanaşma tələb edir. Bəlkə də bu gün, belə deyək, bizim hərbiçilərin böyük bir qismini qoyub araşdırsan, bu taktikanın T hərfindən xəbərləri yoxdur. Həqiqətən, yəni, Sun Tzu'nun daha doğrusu bu hərb sənəti özü bir trend olaraq bəşər cəmiyyətdə təqdim ediləsi bir anlayışdır. Sonra qarşımıza çıxan suallar arasında GMO anlayışı var. GMO anlayışı nədir? GMO geni modifikasiya olunmuş orqanizmlər deməkdir. Yəni, bu təbii ki, genetika mühəndisliyi sayəsində bioloji tərkibi dəyişən qida məhsullarından, bitkilərdən söhbət gedir. Çünki onların genetikasına müdaxilə olunur və onların həmin müdaxilə nəticəsində deyək ki, müxtəlif məhsulların daha məhsuldar olması, onların xəstəliklərə qarşı daha dözümlü bir bitki vəziyyətinə gəlməsi təmin edilir. Və bu proses son 30 ildə həqiqətən ümumiyyətlə genişlənibdir. Bunun səbəbi qida ehtiyatının yer kürəsində azalması və bunun qarşısını almaq üçün, insanların qida ehtiyatına tələbatını əlçatan etmək üçün belə genetik müdaxilələr artıq qaçılmaz olubdur. Mən rastıma gələni deyim, qardaş Türkiyədə olduğum müddətdə şahid olduğum bir şey var. Neysə, qərara gəldim ki, restoranda olan bu qidalardan qəbul eləməyim. Çünki həddən çox ədviyyat vururlar restoranlarda. Dedim, bu dəfə özüm alıb hər şeyi pişirməyə çalışacağım, əldə eləmək. Və inanın yoldaşları, xiyar idi, pomidor idi, adi badımcan kortuf. Mən dəhşətə gəldim, yoldaşlar. Yəni, xiyar dediyin bir anlayış, bildiyin taxta dadı verirdi, taxta. Götürdüm bir dənə panelka taxtasını yaladım. Taxta ondan dadlı olar bəlkə də.
Hadi o xiyarı, o cümlədən onların pomidoru, o cümlədən digər qida məhsulları dəhşət idi. Və mən başa düşdüm ki, onda e, Türkiyədə normal qida, təbii qidadan söhbət gedə bilməz. Və onların təqdim etdiyi məhsulların, qidaların sadəcə dadı o ədviyyatların sayəsindədir. Çünki ərzağın özü tamamilə GMO-ludur. Tam 100%lik GMO sistemindədir. Türkiyədə sağlam qida yox. Azərbaycanda da bu bədbəxtlik var. Təbii ki, bu da Türk şirkətlərinin bura gətirdiyi məhsullar və toxumların sayəsində belə olubdur. Bəzən adam kənd yerinə gedirsən, rayon yerinə, tam səmimi deyirəm, yəqin rastınıza çıxıbdır. Baxırsan ki, köhnə dəyirmanda üyüdülmüş buğdadan tətir bişirirlər, ya çörək bişirirlər. Çörəyi alırsan, qara çörək deyirik bəzən biz ona. Dadından doymaq olmur. İyisi insanı nə boyda məsafədən cəlb edir. Niyə? Çünki bu coğrafyanın təbii bitkisidir. Bütün xüsusiyyətləri, bütün onun tərkibi bu coğrafyanın əlamətlərini daşıyır, minillik coğrafyanın. Amma deyək ki, bizim şəhər yerində burada aldığımız çörəklər bəllidir ki, bunlar hamısı müxtəlif yəni xaricdən alınan taxılın, buğdanın sayəsində ortaya çıxarılan un və həmin undan hazırlanmış məhsulların bizə tətbiqidir. Ona görə çörəyi alırsan, yeyirsən, İraq bərəkətindən, yəni Allah keçsin günahımızdan, elə bir heç nə yemirsən da. Yəni çörəyi sadəcə məcburiyyətdən yeyirsən ki, yeməlisən bu çörəyi. Amma dadı yox, heç nə yoxdur da, eləcə sadəcə olaraq heç nə yemirsən də, elə bilirsən matsalkat eləyirsən. Niyə? Çünki bunların hamısının geni modifikasiya olunubdur. Və bioloji gen anlayışı çox vacibdir. Hər coğrafyanın özünün bitkilərinin gen xüsusiyyətləri var. O nəsillər həmin coğrafyanın belə deyək, bu bitkilərindən uzaqlaşırsa, avtomatik həmin nəsillərdə orqanizmlərində problemlər yaranmağa başlayır. Yəni mən bu sahədə çox araşdırmışam, çox oxumuşam. Həqiqətən hər bir insanın həyatının onun coğrafiyası ilə bağlılığı çox vacibdir. Çünki orqanizm dünyaya gəldiyi andan başlayaraq həmin yaşadığı mühitin xüsusiyyətlərini qəbul edir. Sənin bu gün Bakı şəhərində içdiyin su, florlu su, standart orqanizmin bu sistemə uyğunlaşıb 20-30 ildir. Sən gedib hansısa bir rayona, qərb rayonu, şimal rayonu və cənub rayonuna gedib, sən orada bulaq suyu ilə içdiyin anda bil ki, yəni axşam sən vəziyyətin pisləşəcəkdir. Niyə? Çünki tamamilə fərqli tərkibdə bir su. Tərtəmiz suyu bədən qəbul eləmir. Niyə? Çünki tərkibində xloru yox. Yəni elə bir şeydir. O hər coğrafyanın özünə məxsus xüsusiyyəti varsa ki, insan da o coğrafiyaya uyğunlaşıbdır və geni modifikasiya olmuş məhsulların məsafə bilmədən necə gəldi insanlara istehlakçıya təqdim olunması insanların orqanizmində çox böyük problemlərin yaradılmasına səbəb olur. Sonra qarşımıza çıxa bilər alfa nəsli, beta nəsli və s. belə məlumatlar çıxa bilər ki, bunlar da təbii ki, müasir reallığı əks etdirir. Yəni 2000-ci ildən sonra dünyaya gələn nəsilləri hər 10 ildən bir götürsək, yəni bu nəsillərin özlərinə məxsus xüsusiyyətləri vardır. Bu bizim köhnə nəsillərin bəzən qəbul edə bilmədiyi əlamətlər daşıyırlar yeni gələn nəsillər. Bizim gözümüzə cılız görsənirlər, amma onların da özdə məxsus bir metavers dünyası var. Və sən nəyi deyirsən de, o öz bildiyini danışır, oxuyur. Adi Allah hamıya qismət eləsin. Evdə böyük oğlum 12 yaşındadır. Məktəblə bağlı danışırıq, arada dost kimi söhbət edib, vaxt eləyib görüşəndən görüşənə. Söhbət edirəm oradan, buradan. Yanaşmaları, proseslərə yanaşması, ümumiyyətlə ətraf mühitə yanaşması məni təəccübləndirir. Deyirəm, sən nə danışırsan? Bala, kimdən oturub durursan? Sən belə psixologiyanı hardan öyrənmişsən? Mən sənə öyrətməmişəm. Necə oturub, nə var ki, belədir da, indi filan şey, filan şey, filan. Baxırsan ki, yəni buna mən əsəbləşərək baxmıram, üstə getmirəm. Sadəcə dinləyirəm, dərk etməyə çalışıram ki, bunların psixologiyası nədir? Yəni yeni nəsillər, alfa nəsli, beta nəsli, Z nəsli, bu nəsillərin hər birinin özünə məxsus xüsusiyyətləri vardır ki, artıq bu da qaçılmaz bir faktordur. Müasir dünyanın belə deyək, gəncləri deyirik. Aydındırmı? Ona görə
Biz bunları olduğu kimi qəbul etməliyik. Gəlin biraz da indi mən materialları göndərəcəm. Oradan siz təbii ki oxuyasınız Allah qoysa məlumatları. Biraz da idarə etmədən danışaq. İdarə etmə Müəllim, bilə buyur. bilərəm idarə. Müəllim, bir dənə bu geni modifikasiya olunmuş orqanizmlərlə bağlı sualım olacaq ki, Buyur, buyur. bəs yaxşı bu boyda biz bilirik ki, rayonlarda hər şey təbiidir də. Bəs niyə şəhərdə bunu təmin eləmək olmur? Məqsəd nədir? Pul qazanmaqdır. İnsanlar yəni niyə sağlam qidalanmasın şəhərdə? Əhənd. Bax, mən sənə Aynesdən çıxış edeyim deyim, yoxsa ASTV-dən? İkisi də olar müəllim. Hə, bax, e, nə deyim sənə? Bax, böyük bir bazardır. Azərbaycan böyük bir nətər deyim, Allaha xoş getməsin. Baba Pünhanın gözəl bir şeiri var. Orada belə bir kəlmə deyir. Deyir, Qarabağ azarımızsa, Bakı da bazarımızdır. Hə, bazar məsələləridir də. Əslində üzr istəyirəm, mən belə qısa bir izah verim o məsələlərə. Belə deyək də, həmin o məhsulları satan, qida məhsullarını satan xüsusi marketlər şəbəkələri var da və həmin marketlər şəbəkələri məsəl üçün atıram, təbii ki, Qəbələdəki olan hər hansı bir inəklə Zığda zibilliyin yanında eşələnən hər hansı bir inəyin fərqi böyükdür. Və onlar da fikirləşirlər ki, mən bunu Qəbələdən südü gətirdirsəm, əlavə transport pulu verəcəm və ortada maliyyə dəyərim qalxacaq. O da fikirləşir ki, ucuz olsun, elə gedim bu Zığdakı həmin o sexdən alım, həmin o fabrikdən alım, hər hardansa alım və nəticə etibarilə həmin onu tələbat bütün marketlər eyni sistemlə işlədiyinə görə və adam da onu gedib Qəbələdən alası deyil, bilir ki, burdan alacaq. Və nəticə etibarilə bazar formalaşacaq. Sırf belə deyək də, həmin o kənd məhsullarının satışı ilə bağlı xüsusi təşkilatları var. Məsəl üçün Peynirci Baba şəbəkələridir və s. falan var. Və onlar da qiymətləri artıqdır və həmin o artıq olma səbəblərinin də ən birinci səbəbi bunun transport xərcidir. Çünki oradan ora bu yol, havayı, benzin hamısı Elədir, xərcdir. Yəni. elədir. Bax, tamamilə subyektiv məsələləri dediniz, bəzi məsələləri açıqladınız. Həm də bəzən belə deyək, bu sahədə sifarişçi təşkilatlar olur, sifarişçi şirkətlər olur. Onlar təmiz məhsulların bazara girməsini istəmirlər. Bax, elə ən elementar niyə uzağa gedək? Elə belə deyim də, Mübariz Mənsunovun Palmali şirkətlər qrupunun başına gələnlər Azərbaycan biznesinin yəni açıq vəziyyətini göstərir. O biznes sistemi ki, yəni məsəl üçün onun dönəmində demək olar ki, bütün Lerik, Astara, Lənkəran zonasında, Cənub zonasında insanların evinə gedib qapısından götürürlər insanların heyvanlarından sağılan südü. Bu insanlara əlavə gəlirlər bəxş edirdi və xam mal bu şirkətin təqdim elədiyi məhsulların xam malı birbaşa rayonda həmin o kənd heyvanlarının məhsulları idi. Onun südü idi. Və bazara daha keyfiyyətli mal gətirirlər. Və bu bazara bu gələn keyfiyyətli mal bizə bir neçə bu sahədə bazara mal təqdim edən şirkətləri təmin eləmirdi. Şəbəkənin çünki arxasında böyük əllər var, böyük adamlar var. Ona görə nə etməlidirlər? Bazara keyfiyyətli mal çıxardan yəni mübariz kimi iş adamları, Palmarev şirkətlər qrupu bazardan çıxarılmalı idi. Mən elə belə deyirəm də, biraz örtülür. Yəni, bu sahədə çoxdur. İnanın ki, bir məhsul bazarda əkin sahəsindən çıxıb, Bakı bazarına gələnə kimi onun yolda, nəqliyyatda, keçid məntəqələrində, polis məntəqələrində o qədər başına oyunlar gəlir ki, o məhsul bura gəlib elə bir qiymətə çatır ki, o qiyməti sən həqiqətən əl çatan olmur. Sən bu gün gedib 1 manat 90 qəpik, 2 manat ya 2 manat 50 qəpik verib təmiz Gədəbəy kartofunu almağa gücün çatmır. Amma baxırsan ki, o tərəfdə deyək ki, 1.50-yə, 1.60-a kartof var, deyirsən onu alım. Bu biraz ucuzdur. Onun kimi iridir. Amma mən sənə tam səmimi deyim ki, sənin o 1.60-a aldığın hansısa
yerli mal belə olsa, o kartof demək olar ki, hamısı gübrə ilə, azotla böyüyür. Tam azotdur. Mən özüm Tovuzda da görmüşəm, mən özüm digər rayonda, Cəlilabadda da görmüşəm. Yəni traktorun azotu nətərə şırxaşır, ağappaq deyə bir qar yağır da, azot qarı. Və o torpaqdakı o şeyi hamısını o məhsullar qəbul edir, şişir olur nə boyda. Təbii ki, onu da yeyəndən sonra insan vəziyyətini təsvir edir. Bax, amma Gədəbəydə o dağlıq ərazidə, yəni təbii şəkildə suvarılmadan dəmiyə şəraitində formalaşan o kartofla sən arandakı məhsulu eyni tuta bilmərsən. Bu mümkünatı yoxdur. Mən canlı şahidi olduğum bir şey deyirəm. Məsələn, bazardan aldığım, yarmarkadan aldığım bir kökün suyunu çəkmişdim, sokunu. Və müəyyən bir qismini içdim, sonra artıq qaldı. Dedim, bunu sonra içərəm. Təxminən 2-3 saat sonra qərara gəldim ki, içim. Getdim götürməyə, belə elədim, gördüm tökülmüyor. Belə elədim, gördüm marmalatdır. Necə ki marmalad olur, adi bildiyimiz marmalad. Yəni 3 saat bundan əvvəl mənim suyunu çıxartdığım bir kök soku artıq marmalad idi. Eyni şeyi soğan məhsulunda da gördüm mən, o soğanın suyunda və başa düşdüm ki, onda tam danq elədi ki, bura. Doğrudan da Azərbaycan bazarında, hətta bizə kənd məhsulu kimi yarmarkada təqdim olunan məhsulların özü belə doğrudan da dəhşətli vəziyyətdədir. Çox dəhşətli bir qida sistemindəyik yoldaşlar. Elə bir qida sisteminin təsiri altındayıq ki, yəni e, deyək ki, 10 nəfərdən 7-sinin, 8-nin onkoloji xəstəliyə tutulmaması hələ bugünə kimi böyük bir nemətdir bizdə. Yəni Axşam, çox axşamınız xeyir. salam aleyküm salam. Mən də öz fikrimi bildirmək istirdim. Buyurun, Əgər müsaadə varsa bununla buyurun. bağlı. Düşünürəm ki, burada birinci çatışmamazlıq maariflənmə ilə bağlıdır. Çünki bizim əhalimiz həqiqətən də bu barədə çox maarifsizdir, məlumatsızdır. Mən özüm rayon yerində böyümüş insanam və o zaman xatırlayıram ki, xanım soruşdu ki, niyə GMO-lu məhsulları istifadə edirlər? Çünki elə məhsulların xarab olması biraz gec olur, artımı daha çox olur, verimliliyi belə deyək də daha artıq olur, Bəli. gözəlliyi biraz daha artıq olduğu üçün bu da bazar sektoruna və təbii ki, güc əlində cəmləşmiş bəlli bir paya daha çox sərf eləyir və birinci kökü elə kənd təsərrüfatından vurdular. İnsanlar özləri yetişdirdiyi halda, özləri öz pomidorunun, xiyarının iştilini yetişdirdiyi halda pöf-pöflə gətirdilər ki, bu belə məhsul verir, o elə məhsul verir. İnsanlar öz təbii toxumunu əlindən çıxardı və başladı ştil almağa. Yəni o GMO-su dəyişilən bitkilərin Bəli, bəli. ştilini. Yəni bunun əslində düşünürəm ki, səbəbi çoxdur. Burada iqtisadi faktorlar da önəmlidir, maariflənməmək də önəmlidir və əsas da yəni bir çox insana o GMO-lu məhsulu satmaq və bazarı əlində saxlamaq sərf elədiyi üçün vəziyyət budur. Bəli, Bir bəli. şey də var ki, yəni təbii məhsulları biz qışın ortasında pomidor yeyiriksə, biz nəzərə almalıyıq ki, qışın ortasında təbii pomidor yeyə bilmərik. Bəli, Yəni bəli, bu da tamamilə önəmli razıyam sizinlə, faktordur. bəli. O sözünüzə qüvvət, mən də bayaq dedim. Yəni GMO məhsullarının o genetikasına müdaxilə olunarkən onların mütləq şəkildə dözümlülük və yəni o xarici xəstəliklərə qarşı müdafiə qabiliyyəti xüsusi önəm verilir. Yəni mən özüm canlı şahidiyəm. Bizdə Ağstafa rayonunda deməli taxıl məsələsində məhsuldarlıq bir qədər köhnə yerli xam malı toxumlarından zəif idi. Sonra birdən-birə dedilər Kanada toxumu gəlir, Kanada toxumu və bizimkilər də daim gildə getdi bu toxumdan aldı. Həqiqətən çox məhsuldar idi, onun sümbülləri çox iri və bir sümbülün üstündə həddən çox buğdası var idi və heç bir xəstəlik tutmur, çox belə dözümlü idi. Amma zaman keçdiyində gördük, o həmin buğdadan hazırlanan məhsulun həqiqətən dadı yox idi. Sözünüzə qüvvət, həqiqətən bütün bunlar hamısı bu GMO sisteminin ümumi tərkib hissəsi kimi təqdim edə bilərik. İndi mən sizə biraz da müasir idarə etmədən məlumat vereyim yoldaşlar. Müasir idarəçilik bilirsiniz ki, artıq həyatımızın ayrılmaz tərkib hissələrindən biridir. Çünki aşağıların idarə olunması yuxarılardan başlayır. Karl Marxın nəzəriyyəsindən yanaşsaq məsələyə, dünyada bilirsiniz ki, idarəçiliklə bağlı ən böyük əsərlərin müəllifləri Karl Marx, Francis Engels və o cümlədən Vladimir Vladimiroviç Lenin kimi şəxslər olmuşdur.
onların idarəçiliyi ilə bağlı çox nəzəriyyələr vardır. Bunların içərisində Karl Marxın iki kəlməsi mənim həmişə diqqətimi cəlb edibdir. Çox rahatlıqla izah eləyir ki, deyir ki, əgər bir gün cəmiyyətdə, hansısa bir cəmiyyətdə xaos varsa, insanlar küçələrə artıq düşübsə evindən, deməli burada nəsə düz getmir. Bunu iki cür analiz eləmək olar deyir. Ya yuxarılar aşağıları əvvəlki kimi idarə edə bilmir, ya da aşağıdakılar əvvəlki kimi idarə olunmaq istəmir. Bunun hər iki halında insanlar küçələrə toplaşır. Həqiqətən də idarəçilikdə çox vacibdir. Yəni aşağı dediyimiz biraz kobud çıxır. Yəni tabeliyində olan insanların, tabeliyində olan toplumun, xalqın idarə olunması idarəçiliyin başında duran, piramidanın başında duran şəxslər üçün çox vacibdir. Çünki idarəçilik ənənəvi xətti sevmir. İdarəçiliyin özü də zamanla dəyişikliyə məruz qalan, yeni tələblərə uyğunlaşan bir canlı orqanizmdir. Kimsə hesab eləsə ki, idarəçilik sadəcə olaraq bir strukturdur və cansızdır, yox. İdarəçinin özü də canlı bir orqanizmdir. Ona görə də menecment institutları daim təkmilləşir. Sən qərb dövlətlərində, qərb yanaşmasında, psixologiyasına diqqət yetirəndə biz həqiqətən şahidi oluruq ki, təşkilatın öz məqsədlərinə nail olmaq üçün özünün insani maliyyə və maddi planlaşdırmasını təşkil edir. Bütün bu təşkilati fəaliyyət, bütün bu istiqamətlənmiş fəaliyyət, bütün bu nəzarət hamısı keçir dədən həmin idarəçilərin əlindən. İdarəçilər də kimlərdir? Həmin yeni ideyaları, yanaşmaları təqdim edən menecmentlərdir. Yəni, to manage sözündən götürülüb ingilis dilində idarə etməkdir. İdarəçilik də həmişə ətraf mühitə yanaşmanın belə deyək, özündə ehtiva edən bir anlayışdır. Çünki orada mütləq ardıcıllıq olmalıdır, orada səmərəli yanaşmalar, səmərəli idarəçilik, şəffaflıq və s. bir sıra anlayışları özündə gətirə bilər. Ona görə biz nəyə görürük? Qərbdə həmişə cavanlara diqqət yetirilir. İstənilən bir şəkildə qərb ölkəsində baxanda, şirkətlərin fəaliyyətinə baxanda gənclər içərisində çoxlu layihələr həyata keçirirlər. Bəzən düşürlər bir universitetlərin canına, bəzən düşürlər hətta orta məktəblərin canına, hansısa layihələrlə bağlı gənclərlə birlikdə işlər görürlər. Bunda biz deyə bilərik ki, gəncləri ruhlandırmaqdır, filan işi biz görünən tərəfini deyə bilərik. Amma burada şirkət hansısa yeni ideyaya susuyubdur, azdır. Şirkətin yeni bir ideyaya ehtiyacı var. Bu yeni ideya isə mütləq şəkildə gənclikdən çıxacaqdır. Hansısa köşədə duran, heç belə ağlına gəlməyəcəyimiz bir şagirdin, bir tələbənin beynindən keçən, onun bir virtual dünyasında, psixologiyasında olan hansısa fikir, hansısa şirkəti batmaqdan və iflasdan qoruya bilər. Bəzən gənclərin arasında belə bir təbliğatlar apararaq onların tələblərini müəyyənləşdirirlər. Yəni bu məhsul sənə necə təqdim olunsa, sən bunu piştaxtada görəndə yaxınlaşıb bunu almaq istəyərdin. Onun qablaşdırılması necə olsaydı sənin üçün diqqət çəkən olardı. Sorğu keçirilir və 100 tələbənin arasında keçirilən sorğu nəticəsində bəlli olur ki, tələbələrdən bunun çoxsu həmin qabın şokolad korobkasının ürək formasında olduğunu görəndə daha çox onlara cəlb edici görür. Çünki onu dördkünc, kvadrat kimi görmək o qədər də onlar üçün cəlb edici deyil. Amma ürək formasında olanda romantik duyğular bunlarda oyadır. Nəticədə dadı bir zay dadı olsa belə, bu korobkanın onun üzünün qablaşdırmasına görə o məhsul daha çox alınır. Hansı ki, digəri daha keyfiyyətli bir təqdimat verə bilər tərkibinə görə, amma qablaşdırması o deyil. Yəni, daim gəncliyin içində olub bu novator, yaradıcı fikirləri öyrənirlər. Bax, bu idarəçilikdə, bu menecment psixologiyasında ən vacib xüsusiyyətlərdən biridir. Təbii ki, belə bir idarəçilik sistemini qurmaq sözün həqiqi mənasında idarəetmənin başında çox sağlam şəxslərin durmasından asılıdır. Yəni, təkəbbürlü insanlardan idarəçi ola bilməz. İdarəçi dediyim bütün yeniliklərə hazır olan bir şəxsdir. O bütün, yəni idarəçiliyin 20-30 sferası var. Bu 20-30 sferanın hamısında koordinasiyalı şəkildə, əlaqəli şəkildə işləməyi sevən şəxslər gözəl idarəçilər ola bilirlər. Sonra
İdarəçilikdə liderlik anlayışı var. Təbii ki, liderlik anlayışı ilə bağlı müxtəlif fikirlər vardır. Liderlik, belə deyək, təşkilatın öz məqsədlərinə çatması üçün e, həyata keçirdikləri o bacarıqların toplusudur. E, Lider təkcə qalstuk taxıb başda oturan şəxs deyil. Lider təkcə əmr verən şəxs deyil. Lider öz komandasını eyni zamanda motivasiya edən şəxsdir. Öz komandasının tabeliyində olan işçilərin potensialından səmərəli şəkildə istifadə edərək onları inkişaf etdirəndir. Lider təşkilat daxilində işçilər arasında bir komanda fəaliyyəti qurandır. Onların arasında etimad mühiti yaradandır. İdarəetmədə belə deyək, liderlik təkcə elə bir şey idarə etmək qabiliyyəti deyil. Burada ünsiyyətin vacibliyi var, burada təsir etmənin xüsusiyyətləri var, burada tabirçində olan işçilərin artan tələbatını müəyyən etmək məsələsi var. E, Bir sıra məsələlər var. İnanırsınız, hansı birindən deyim? Məsələn, bir rəhbər olaraq deyək ki, mən əgər öz tabeliyimdə olan işçilərin artan tələbatını nəzərə almıramsa, mən nə qədər çalışsam da öz müəssisəmdə uğura nail ola bilmərəm. Niyə? Çünki tələbatı artan işçinin sosial-iqtisadi problemləri var. O mənim işimi görən zaman, amma beyninin bir hissəsində həmin sosial qayğılar altında başı qarışıqdır, basılır, sıxılır. Evindən, yoldaşından bir SMS gəlib, deyir, təcili bu qədər şey uşağı həkimə aparmalıdır, bu dərman alınmalıdır, olunmalıdır. O artıq işdə ola-ola evini düşünür, çünki çatdıra bilmir. Bax, bu özü belə, yəni bu kimi işçilərin həyatda baş verən yüzlərlə, minlərlə belə halların özü belə ümumi fəaliyyətə mənfi təsir göstərir ki, bu da idarəçiliyin tam yerində olmamasına son nəticədə gətirib çıxarda bilir. Ona görə ola bilsin rəhbər ola bilərsən, yaxşı rəhbərsən, amma lider olmaq və öz tabeliyində olan işçilərlə komanda kimi fəaliyyət göstərmək hər idarəçiyə nəsib olmur. Hər idarəçi öz tabeliyində olan komandasının sevgisini və hörmətini tam şəkildə qazana bilmir. Sadəcə rəhbər ola bilir. Nəmi çoxdur, elementlər çoxdur yanaşılası temalar bu sahələrdə. Yəni təxmini biləsiniz ki, idarəetmə mövzusunda liderliklə bağlı sual düşə bilir. Sonra Üzr buyurun, istəyirəm. buyurun. Liderliklə bağlı John Maxwell'in liderliyin 21 qanunu bir deyimi var. Yəni onu tövsiyə edirəm, yəni öyrənməyi. Yəni çox önəmli vurğuluyor da, yəni lider olan şəxslər nə formada olmalı, nələrə diqqət etməlidir. Bəli, bəli, həqiqətən. Çox üzr istəyirəm. Müəllifin adı bir daha deyilə bilərmi? Qrupaya Müəllifin göndərə John bilərsiniz. Maxwell. John Maxwell. Tamam, teşekkür ederim. John Maxwell liderliyin 21 qanunu yazsa çıxacaq. John Maxwell. Liderliyin 20. Bax, sonra müəllif mənim də yadımdan çıxdı. Mən belə bir kitab oxumuşdum. Deməli, Hakimiyyətin 48 qanunu. Belə bir kitabı oxumuşdum. O prosto bir qədər fərqlidir. Ümumi dövlət hakimiyyətindən danışırdı. Orada o proses də var idi. Robert Grimm, Robert Grimm adında bir müəllifin kitabını oxumuşdum. Hakimiyyətin 48 qanunu. Bizim dilə belə tərcümə olunmuşdu. Belə bir, amma Ruscasının tərcüməsi belə idi. 48 pravila upravleniya. Bax, belə bir şey var idi. O yenə də idarəçiliyə gəlib çıxır. İdarəçiliyin 48 qanunu. Robert Grimm, o da maraqlı əsərdir. Sonra idarəçilikdə strategiya anlayışı. Təbii ki, idarəçilikdə strategiya çox mühüm bir şeydir. Çünki təşkilat öz fəaliyyətini qurarkən uzunmüddətli strategiya planlaşdırmalıdır. Təbii ki, qısa müddətli strategiya da var, uzunmüddətli strategiya var. Qısa müddətli strategiya bazarda müəyyən dərəcədə tanınmaq, tez bir zamanda müəyyən nəticələri almaqdır. Amma uzun müddətli strategiya bu bazarda əbədi qalmaqdır, uzun müddət qalmaqdır. Yəni, bu strategiya necə çatacağı, bu strategiya çatmaq üçün hansı resurslardan istifadə edəcəyi, bu fəaliyyət zamanı hansı risklərlə qarşılaşacağı, bu riskləri necə aradan qaldıracağı, bunlarla bağlı daim, belə deyək, effektiv strategiya planları çizilir, qərarlar qəbul edilir. Çünki
e, nəyə görə uzun müddətli strategiya lazımdır? Ola bilsin ki, bu ilki fəaliyyətlə qısa müddətli strategiya uğur qazansın. Amma dəyişən dünya və dəyişən tələbatları nəzərə alaraq 5 ildən sonra sən bu qayda ilə uğur qazana bilmərsən. Mümkünatı yoxdur. Çünki sən bazarın dəyişən simasına uyğunlaşmalısan. Üzr istəyirəm. Buyur, buyur. Bir nümunə olaraq göstərim. Buyur, buyur. Məsəl üçün Nokia firması var idi. Vaxtı ikən dünyada nömrə 1 Bəli, telefon kimi bəli. sayılırdı. Amma sonradan uzun müddətli strategiyanın olmaması və innovasiyaya açıq olmamasına görə nəticədə Bəli, iPhone bazardan uduzdu, Samsung uduzdu. İndi Nokia adlı bir firma demək olar ki, yox kimi bir şeydir yəni. yox kimi bir şey. Bəli, bu yaxınlarda Nokia firması o tendensiyanı deyək, daşın yükünü çiyinlərindən asaraq qlobal bazara yenidən qayıtmaq qərarı qəbul edibdi və o da yəqin ki, bir hardasa 2027-28-ci illərdə biz Nokia'nın müasir smartfonlarla dünya bazarına gəlişini görəcəyik. Çünki onlarda da böyük inqilabi işlərə başladılar. Yəni yenidən restart verdilər. Mən çünki onları izləyirəm o prosesləri. Amma sözündə tamamilə haqlısan. Bax buna bir misal da mən çəkim. Deməli biz Rusiyaya baxırıq, görürük ki 06-07 hələ də o çəkic formasındadır. Düzdürmü? Yəni 70-ci illərdə nətər buraxırsa bu 06-07-ni, gəlib 2020-yə çatıb hələ də eyni çəkic formasındadır. Yəni bu köhnə idarəetmə sistemi də yeniliyə açıq deyil. Çünki dövlət Bəli. olaraq yeniliyə açıq deyil. Çünki o kafa ki var, Rus kafası, o kafa yeniliyə açıq deyil. Hələ də müasir dövrdə belə hər şey güc yolu ilə həll eləməyə çalışır. Amma söz və qüvvət deyək ki, bunun qarşılığında biz Hyundai şirkətini, ya Kia'nı, ya Mitsubishi və digər maşın istehsal edən və hətta müasir Çin belə deyək, şirkətlərini nəzərə alsaq, hər il yenilənən, hər il yeni bir marka, eyni bir məhsulun sadəcə formasını dəyişərək cəmiyyətdə tələbata uyğun yeni bir seriya kimi elə təqdim edirlər. Bazara elə bir giriş edirlər ki, insanlar eyni tərkibdə bunu tullayır, təzədən gedir, onu alır, onun nə bilim biraz qabağında işıq sistemi belədir, bu belədir, o belədir. Yəni çünki alıcı kütləsinin, istehlakçı kütləsinin də psixologiya və nəbzini bilirlər. Çünki bir qrup mütləq insan vardır ki, böyük bir qrup. Onlar yeniliyə, özlərini göstərməyə mi deyim, müxtəlif xüsusiyyətlərə malikdir ki, onlar üçün dəyişən belə markalar dayanmadan gəlməkdə davam eləyir. İndi söhbət də odur ki, bazara bu yeni malları nə şəkildə gətirmək? Məsəl üçün, məhsulu eyni bazarda özünün hegemon belə çəkisini qoruyub saxlamaq üçün belə deyək, iPhone-un baha qiymətli telefonunu təqdim edən iPhone şirkəti və bunun qarşılığında yeni modellərini daha ucuz istehlakçıya təqdim edib əlçatan eləyən Samsung şirkəti var. Təbii ki, bu iki qlobal bazar rəqabətçisi arasında gedən mübarizədə biri keyfiyyət standartından özünü bazarda çəkisini qoruyur, konkret iPhone deyəndə bir keyfiyyət göstəricisi kimi nəzərdə tutulur. Bir tərəfdə isə insanlar üçün əlçatan hər təbəqədən olan insanın ala biləcəyi yəni smartfonu deyək, telefonu təqdim edən Samsung şirkəti. İndi hər bir dünya bazarında bir cür iştirak edir və hər bir məhsulun da özünün konkret damğasını qoyan şirkət var ki, onsuz bu şirkəti təsvir eləmək olmur, bu məhsulu təsvir eləmək olmur. Ona görə də uzunmüddətli strategiyada çox vacibdir. Bir şirkət bir sahədə qalmaq istəyirsə, mütləq uzunmüddətli strategiyasını qurmalıdır. Bu onun vacib xüsusiyyətidir. Biri var fəaliyyətin strateji qurulması, biri var idarəetmənin strateji qurulması. Strateji idarəetmə anlayışı da biraz daha fərqli anlayışdır. Çünki strateji idarəetmədə bazar daim analiz olunmalıdır. Rəqiblərin fəaliyyəti izlənməlidir. Rəqiblərin fəaliyyəti izlənmədən, onların bazarda çıxartdığı məhsulların əlamətləri təhlil olunmadan sən strateji plan hazırlaya bilmərsən. Mütləq şəkildə. Çünki dediyimiz kimi bazarda dəyişən proseslər daim rəqabət yaradır. Bu rəqabət mühitində risklər yaranır. Riskləri mühitində sən öz resurslarından elə səmərəli istifadə eləməlisən ki, sən
itkiyə məruz qalmamalısan. Ola bildiyi də deyək, minimumla maksimuma nail, minimum əməklə maksimum nəticəyə nail olmağa çalışmalısan. Bunun üçün də təbii ki, planlaşdırma düzgün olmalıdır. Çünki planlaşdırma ən vacib şəkildə fəaliyyət sahəsi, gələcək fəaliyyətin əvvəlcədən müəyyən edilməsi. İndi heç də hər bir şəxs, hər bir idarəçi gələcək fəaliyyəti öncədən görə bilməz. O müəyyən bir dönəmi təhlil edə bilər, fikirləşə bilər. Amma bunun üçün daha yüksək qabiliyyətə malik olan kadrlardan istifadə olunmalıdır. Onların beyin məhsulunu həqiqətən izləmək lazımdır. Çünki şirkət qarşısında öncədən məqsədlərin düzgün qoyulması, resursların düzgün müəyyənləşdirilməsi, fəaliyyətin düzgün istiqamətləndirilməsi çox vacib amildir. Çünki yaxşı planlaşdırma, düzgün planlaşdırma gündəlik əməliyyatlardan keçə bilər. Həftəlik, Üzr istəyirəm. aylık, illik bir sıra layihələr paralelində hazırlanmalıdır. Çünki yalnız gündəlik fəaliyyətinlə işim bitdi dedikdə, o bəzən olur, deyir, bugünüm əlimdə olanı bugün istifadə elədim, sabah Allah ümidinə inşallah düzələr, sabah bir şey fikirləşərik. Bu gündəlik layihə, həftəliyi var, bunun aylığı var, illiyi var, 5 illik, 10 illik planlar var. Bu şəkildə yəni mərhələlərlə planlar hazırlanmalıdır və idarəçiliyin başında duran, deyək ki, rəhbər vəzifəli şəxslərə bu əsaslandırılmalıdır, izah olunmalıdır. Və bəzən deyirlər ki, neyinirik bu qədər meneceri işə yığır və menecerlər sahədə bilici, savadlı adamlar ona görə olmalıdır ki, çünki bir nəfər bir layihəni təqdim edərkən, bir deyək ki, kollegial iclasda, digəri öz layihəsini təqdim etməlidir. 5, 6, 10, 20 cür layihə təqdim olunarkən bunların hər birinin zəif və müsbət cəhətləri araşdırılmalı, onların arasından ideal bir qərar qəbul olunmalıdır. Və o baxımdan bu qədər kadr bir orqanda saxlanır, bir qədər işçi bir yerdə saxlanır, yoxsa o qədər işçi, eyni işi görən, eyni işi görmək qabiliyyətinə malik olan 10-20 nəfərin hansısa bir sektorda, hansısa bir şöbədə işləməsi nəyə gərəkdir? Düzdür, indi bizdə o sahəyə fikir verən yoxdur. Əsas ştab cədvəli olsun, bəsdir. Amma əslində o şəkildə olmalı deyil. Kimsə nəsə demək istəyirdi. Bayaq dediyinizə nümunə gətirmək istəyirdim. O əslində Pareto prinsipi gedir. 80-in 20-yə qaydası. Yəni 80% yanlışsa 20% düzgün nəticə verir. 20% düzgünsə 80% əgər düzgün nəticə verir də beləsinə deyil. Bəli. Orada planlama quranda da, yəni daha doğrusu uyğun mütəxəssislər tərəfindən qurulmalıdır. Yoxsa elə siz demişkən ştatda olsun deyə qohum-əqrəbanı gətirməklə deyil. Yəni aktiv adamlar olmalı. Bəli, bir gün Azərbaycanın bəlası odur. Yadımdadır ki, rəhmətlik deyə ona, rəhmətlik Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən çıxarkən araşdırma aparıldı. Deməli, araşdırma nəticəsində bəlli oldu ki, təkcə Sahil Babayevin Nazirliyin müvafiq struktur bölmələrində 141 nəfər yüksək vəzifədə qohum işləyir. 141 nəfər müxtəlif şöbələrin rəhbərləri, regionlardakı filialların rəhbərləri. Təbii ki, belə olduqda nazirliyi, dövlət qurumunu öz ailə şirkəti kimi idarə edəndə bu ştat cədvəlləri lazımsız kadrlarla dolur. Ştatlar həqiqətən ləyaqətli kadrlar qalmır. Belə olanda ləyaqətli kadrlar hara gedir? Təbii ki, üzü qərbə doğru həqiqətən savadlı kadra önəm verən dövlətlərə gedir. Və bu təbii bir beyin miqrasiyasıdır. Bu Azərbaycanın və Azərbaycan kimi bədbəxt ölkələrin ən böyük problemidir. Gözəl qardaşım, mən inan ki, biz tələbələrlə məşğuluq da. Mən bu illər ərzində elə tələbələrimizi itirmişik, elə adamları, kadrları biz itirmişik ki, və mənim bu işlə məşğuluq deyən çoxdur tələbələrimiz. Ən son tələbələrimdən deyə bilərəm ki, məsələn, Süleymanova Xəyali adında qız 695 bal yığdı. Deməli, imtahanın səhərisi günü Almaniya səfirliyinin maşını gəlmişdi həyətlərinə. Səfirlikdən gəlmişdi nümayəndə. Atası Mehman müəllim, o da indi Qazax zonasındandılar. Sumqayıtda hörmətli müəllimlərdən biridir. Və ondan xahiş elədilər ki,
Yəni övladınızı verin, biz onu Almaniyada oxudaq. Və mən onda şahidi oldum ki, yoldaşlar, sən demə bizim ölkədə fəaliyyət göstərən bütün bu səfirliklər ki var, o səfirliklər həmin ölkənin buradakı diplomatik nümayəndəsi deyil. Onlar çox böyük Müəllim, bir şey missioner. demək istəyirəm. Siz bir tərəfli yanaşırsınız bu mövzulara, amma bizim dövlət də çox oxutduğu, yəni ki, dövlət hesabına O oxutduğu ayrı şey, o ayrı şey. adamlar var. Dövlət hesabına oxunan kadrlar ayrı şeydir. O dövlət proqramıdır. O ta belə deyək, Azərbaycan Xalq Cümhuriyyəti dönəmindən bəri dövlət proqramı ilə yüksək bal tutan namizədlərin xaricdə oxudularaq yenidən ölkəyə gətirib mütəxəssis kimi burada işlərə cəlb olunması anlayışı var. Bu çoxdanın təcrübəsi və təsadüfi deyil ki, dövlət qulluğu haqqında qanunun məhz 28-ci maddəsinin 4-cü bəndində nə deyilir? Xaricdə dövlət proqramı ilə təhsil alıb ölkəyə qayıdan vətəndaşlar dövlət qulluğu müsabiqəsinin test və müsahibə mərhələsindən belə azad olunur. Onlar birbaşa işə qəbul olunur. Bu dövlətin belə deyək, motivasiya tədbirləridir ki, həmin kadrlar ölkəyə qayıtmaqdan maraqlı olsun ki, burada birbaşa onlar işə getsin. Təbii ki, o kadrların böyük əksəriyyəti xaricdə təhsil alsalar belə, onsuz da buradakı dövlət qulluğu imtahanlar bizlə bərabər çin-çinə gəlsələr, onsuz da kəsiləcəklər. Onun 90%-i buradakı imtahanlardan keçə bilməzlər. Gərək çox çalışmalılar. Söhbət onda deyil. Söhbət o kadrların dövlət xətti ilə qaytarılması var. Amma bir də var ki, paralelində burada olan kadrların buradan çıxıb getməsi məsələsi var. Mənim ən əsas yaralı yerim odur ki, bu kadrları dövlət olaraq biz qoruyub saxlaya bilsək, o zaman gələcək idarəçilikdə və ümumi fəaliyyətdə çox faydalı nəticələr əldə edəcəyik. Və bu kimi o səfirliklərin, xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirliklərin bu fəaliyyətini görəndə mən onda başa düşdüm ki, bunlar təkcə səfirlik deyil. Bunlar özü-özlüyündə missioner təşkilatlardır. Deməli nədir? Həmin ölkələrin, olduqları ölkələrdə daha güclü kadrların, gənc potensialların öncədən aşkarlayaraq özlərinin ölkələrinə yüksək qrantlar və daha çox təqaüd proqramları ilə cəlb olunmasına çalışırlar. Çünki beyin axını, beyin resurslarından səmərəli istifadə etmək istəyirlər. Nəinki sadəcə miqrant axını olsun. Yəni körtəbi miqrant axını deyək ki, bu Almaniyaya yalnız ucuz işçi qüvvəsi verə bilər. Ondan başqa bir şey verəsi deyil körtəbi miqrant axını. Amma savadlı miqrant axını Almaniyaya gələcək vəd edə bilər. Ona görə bu qabaqcıl qərb ölkələrinin belə qabağa getməyinin səbəbi həmin o beyin resurslarından səmərəli istifadə etməkdir. Yəni onu vaxtında aşkar edib, vaxtında qopartmaqdır. Bax o Bir də üzr istəyirəm. buyur. Əlavə olaraq o bildirim ki, məsəl üçün belə deyək də, bizdə ən böyük problemlərdən biri öz mütəxəssislərimizə yox, xaricdən gələn mütəxəssislərə daha çox məvacib verməyimizdir. Məsəl üçün atıram, Crescent layihəsində tikintisində iştirak eləmişəm bir müəyyən qədər. Bizdə orada savadlı kadrlar var idi. Məsəl üçün onlara 3000 manat verəndə xaricdən gələn hər hansı bir mühəndisə verdilər 8000, 9000. Amma baxmayaraq ki, müasir inkişaf etmiş ölkələrdə əksinədir bu. Öz vətəndaşlarını üstün bilirlər. Qıraqdan gələn vətəndaşlara köməkçi kimi baxırlar və onlara aşağı bir pul təklif edirlər. Bunu elə bariz nümunəsi British Petroleum şirkətində eyni işi görən kaskalların fərqi. Ağ kaskalların biri alır 8-10 bin, o biri alır 2500 min. Bu Azərbaycanda çoxdan başlayan bir tendensiyadır. İndi bunun haqqında onun da səbəbi var. Özünüz bilirsiniz az sonra indi ki, nə vaxtdan başlayır. Vaxtilə demək olar ki, Azərbaycan və xarici mütəxəssislər BP ilk dəfə gələndə eyni maaşı alırdılar. Daha sonra bir sıra proseslər baş verdi ki, bizimkilər kəskin şəkildə sifarişlə aşağı salındı. Ya bu böhranlı məqamlardır. Ona görə də ləyaqətli kadrların qədrini bilmək mütləqdir. Bu şirkət olaraq şirkətlər belə savadlı, ləyaqətli kadrları qoruyub saxlamaqda maraqlı olmalıdır. Dövlət səviyyəsində maraqlı olmalıdır. Tutalım, mən deyək ki, bir özəl fəaliyyət sektorundayam, müəlliməm. Bax, müəllimlərin işə qəbul imtahanı bizdə deyək 17 mayda müəllimlərin işə qəbul imtahanıdır. Mənim marağımda nədir? Mənim marağımda daha savadlı müəllimi, daha qabiliyyətli, auditoriyaya hakim ola bilən, uşaqları daha ələ ala bilən və onları motivasiya verərək uğura çatdıra bilən müəllimi seçməkdən maraqlıyam. Mənə maraqlı deyil onun boynun hündürlüyü, onun nə bilim xarici görünüşü, onun nə bilim qaşının uzunluğu, dodağının böyüklüyü, harasının necə olmağı mənə maraqlı deyil. Mənə maraqlı olan onun kafasının neçədir.
və onun metodologiyasıdır. Ona görə mən indi məsəl üçün mayın 17-si olsa da imtahan artıq 457 nəfər qeydiyyatdan keçib və 17-sinə kimi hələ bir neçə nəfər 600 olacaq. 600 müəllim arasından təsəvvür elə ki, mən 30 müəllim seçməliyəm. Keçən ildə olduğu kimi. Və keçən il seçdiyim 30 müəllimin arasından bu il mən cəmi 9 müəllimi saxlayıram. 21 müəllimlə bir illik müqaviləmi xitam verməli olacam. Çünki gözləntilərimi doğrultmadı. Amma 9 müəllimlə davam edəcəm. Növbəti ildə daha 9 müəllimi bu şəkildə qazandıqdan sonra mənim komandamda 18 toxunulmaz kadr olacaqdır. Və bu şəkildə daha uğurlu kadrları, daha belə deyək, mənim fəaliyyət planıma uyğun olan kadrları mən bir yerdə seçəsə, ideal bir vəziyyətə gətirirəm. Deməli, mən nəyə nail oluram? Mənim işimə yarayan, fəaliyyətimin istiqamətini düzgün apara bilən, məni uğura apara bilən kadrları seçməkdə maraqlı olmalıyam. Çünki mənim uğurum onların fəaliyyətindən keçir. Çünki mən öz başıma tək başına hamısını bacara bilmərəm. Mən yalnız daha düzgün seçimləri eləyərək düzgün ştata, belə deyək, düzgün kadrların seçilməsində maraqlıyam. Onu aşkar etməkdir mənim strategiyanı, çünki uzun müddətli qoymuşam ki, mən daha uzun müddət bu bazarda qalmalıyam. Və hər bir rəhbərlik, uzun müddətli strategiyanı quran rəhbərlik, doğru dürüst kadrları seçməkdə işinə yarayan o potensiallı gəncləri, orta yaşlı, fərqi yoxdur, potensial kadrları aşkar etməkdə maraqlı olmalıdır. O zaman dediyimiz kimi proses uğurlu alınır. Və idarəçilikdə mühüm əlamətlərdən biri də motivasiya anlayışı idi. Bayaq bir-iki kəlmə dedim. Həqiqətən motivasiya anlayışı çox vacibdir. Ən elementar bir şeydən göstərirəm. Mən müəllimləri işə qəbul edən zaman, tutalım, mən deyirəm, 1 saat dərs 8 manatdan başlayır. Bizdə avqust ayının 10-da dərslər başlayanda. Sentyabr ayının 30-u, 1 ay 20 günlük tədrisin nəticəsində bütün uşaqlar imtahana girir. Hansı fən müəllimin dərs dediyi sinifin uşaqlarının göstəriciləri 90%-in üzərində olsa, həmin fən müəllimləri 3 fən ən çox bal yığan tələbələri faiz göstəricisi hansı fənlərdə olacaqsa, həmin fən müəllimi artıq əmək haqqısı 8 manatdan yox, növbəti ay 9 manatdan olacaq. Oktyabrdakı sınaqda yenə nəticə necə oldusa ona uyğun. Hər ay 3 fənin müəlliminin əmək haqqına 1 manat əlavə edirik. Və bu şəkildə hal-hazırda bizdə müəllim var ki, 1 saatına 23 manat alır. Müəllim də var ki, ondan 2 il əvvəldən dərs deyir. Amma saatına hələ 9 manatdan yuxarı alamır. Amma yeni gələn müəllim saatı 23 manata qaldıra bilir. Niyə? Çünki motivasiya olunur. Başa düşürsən, zəhmətinin qarşılığında mükafatı alır. O daha da həvəslənir, daha da can qoyur və uşaqları tənəffüsə belə buraxmır. Amansızcasına işləyir, test verir, test alır, evdən test göndərir, yeni PDF testlər təşkil edir. Qrupu yatmağa qoymur. Qrup da özü artıq öz nəticəsini gördükcə uşaqlar daha da həvəslənirlər. Bax, motivasiya paralelində olmalıdır. Bu xidməti təklif eləyən də, xidməti belə deyək, təşkil edən də, xidməti alan da buradan marağı görməlidir. Və bu mükafatlandırma şəklində ola bilər. İndi burada motivasiyanın elementləri var da, bu xarici amillərlə bağlı olan var, daxili amillərlə bağlı ola bilər. Əsas odur ki, ümumi bu motivasiya işçilərin marağını artırsın, işçilərin işə olan marağı güclənsin. Çünki bu ümumi performansa təsir eləyir. Fəaliyyətdə də performans çox vacib məsələdir də. Çünki belə deyək, düzdür, mən o performansı zəif olan müəllimi əsla dışlamıram. Bizdə ad günü məclisləri təşkil eləyirik. Hər bir müəllimin ad günü olanda qəşəng bufetimizdə onun üçün bir mərasim təşkil eləyirik. Hörmətlə, izzətlə hər birinin istər hədiyyəsi, istər digər bir şəkildə. Yəni, müəllim artıq görəndə ki, onun işlədiyi kollektivdə rəhbər başda olmaqla hamı ona necə dəyər verir, o müəllimə əlavə stimul verir. İndi mən hələ öz kiçik kursumda deyirəm də, indi bizdə kiçik kurs olsa da, indi 6 filialımız var. 6 filialımızda nə az, nə çox 380-ə yaxın müəllimimiz işləyir. 300 ailənin çörəyi buradan gedir. Və eyni zamanda bu qədər tələbənə biz dəstək oluruq. Yəni, hər sahə, fəaliyyət sahəsinin özünə məxsus bir kontingenti var.
Və bu motivasiya çox vacibdir. Sözün həqiqi mənasında yoldaşlar. Təşkilat öz məqsədinə çatmaq istəyirsə, uğura nail olmaq istəyirsə, öz tabeliyində olan işçiləri mütləq şəkildə motivasiya etməlidir. Özünüz də bilirsiniz ki, ilin sonunda yəni həqiqətən o mükafatlandırılan işçilər olmasa, rəqabət yarana bilməz. İndi bir məsələ də var ki, maraqlı cəhət nədir? Deyək ki, adını çəkməyəcəyim qurumlar var ki, canlı qoyan işə, canlı qoyan işçilər qalır qıraqda, ilin sonunda qiymətləndirmədə orada oturub kompüterin qabağında kofesini içib özü üçün telefonla mırtdaşan, vaxtını keçirən olur ilin işçisi. Belə yerdə hansı motivasiyadan danışmaq olar ki, növbəti E, digərlərindən sən performans gözləyə bilərsən, hamı yola Təbii ki, düşəcək. üzr istəyirəm, bizdə də var. Əslində o xaricdə bilinən bir sistem var, KPI sistemi. Hansı ki, işçinin bir illik performansına görə onun əmək haqqısının iki cür olur da bu KPI sistemi. Biri var, şirkətin illik mənfəətinin 10% bölünür işçilər arasında. Biri də var ki, bir işçinin faizi il ərzində 3 dərəcə, 4 dərəcə üzrə qiymətləndirilir. 120%lik göstərici göstərəndə daha ən yüksək məbləğ verilir. 100%lik göstərici olanda oldu məbləğ verir. 80% olur, bir də 0% olur. 0% o demək ki, o işçi demək olar heç bir iş görmür və onu işdən çıxardırlar. Bizdə hal-hazırda o sistem tətbiq olunur və əlavə olaraq bayram günləri il ərzində 300% premiya verirlər də həvəsləndirmək məqsədilə. Elə bil ki, əmək haqqının 3 qatını bir il ərzində verirlər. 3 qatını da həmin o dediyim KPI sisteminə görə verirlər. O KPI sistemi də bizdə işçilərə verilən layihələr üzrə qoyulur. Məsəl üçün, atıram, məndə Kəlbəcərin Zod qızıl yatağıdır hal-hazırda. Onu vaxtında təhvil versəm, məsəl üçün, mənim KPI sistemimə plusdur da, yəni daha yüksək Bəli, vacib bəli. olacaq. Sözünüzə qüvvət, o xidməti fəaliyyətin qiymətləndirilməsi zamanı əsas diqqət yetirilən məqamlardan biri məhz işçiyə bir il ərzində verilən tapşırıqların icrasının nəticəsinin qiymətləndirilməsi məsələsidir. Sözünüzə qüvvət. Həqiqətən də yəni qanunvericilik bunu tənzimləyir. Yenə də buradan müraciət eləyəcəm nəyə? Dövlət qulluğu haqqında qanunvericilikdə bu öz əksini tapan bir məsələdir. İşçinin fəaliyyətinin belə deyək, təhlil olunması zamanı qiymətləndirilməsi anlayışı. Həqiqətən verilən tapşırıqlar vaxtında icra olunursa, onun qiymətləndirməsi müsbət olaraq həyata keçirilir və bu çox vacibdir. Dediyin anlayış, ümumi bizim ortaq bir fikirdə irəli təqdim etdiyimiz bu məsələ dünya praktikasında çox işlənən bir məsələdir və nəticəsi olan bir, görünən bir məsələdir. Çox da yaxşı da nəticə verir. Çünki motivasiya vacib şərtdir. Mən tam səmimi deyim yoldaşlar. Öz adıma bir şey deyə bilərəm ki, bunu səmimi şəkildə etiraf edirəm, tam şəkildə. Mən orta məktəbdə həqiqətən həyatı dərk eləyərək oxumamışam. Mənim motivasiyam, mənim hər aldığım 5 qiymətinə atam gəlin müəyyən elədiyi hədiyyə idi. Yəni bunu tam səmimi etiraf edirəm. Deməli, hər 5 alanda mənə 1 manat, indiki pulla deyək də, 1 manat motivasiya pulu verilirdi. Və mən o 5 manatı qazanmaq üçün deməli, dünən dərsdə tutalım tarixdən, coğrafyadan qiymət almışam. Bugün deyirdim, müəllim gəlin, deyirdi ki, sən dünən davet verdin də. Deyirdim, yox, mən gəlib danışmaq istəyirəm. Görürsən, uşaqlar bilmir, qoy gəlim danışım da. O gün dirəşirdim, dünən aldığımı yenə çıxıb danışırdım. O bir gün yenə müəllim bezirdi əlimdən ki, 5 gündə sən 5 dəfə çıxmısan. Nədir? Bu 5 dənə bütün o fənlərin ora qiyməti 5 yazdırmalıydım ki, bu gün gedim deyim ki, 5 dənə 5'im var, 6 dənə 5'im var. Davay, gülüm. Hə, bu şəkildə orta məktəbin biraz elə bil nəyə oxşuyur? Kommersant kimi bir xüsusiyyət yaranır. Deyiriyə elə olanda ki, elə bir kommersantdır, pula görə oxuyur. Məntiqim dərk eləmirdim. Həmin vaxtı çünki planım var idi. Özdə planım nədir? Alırdım bu pulu, xərcləmirdim. Tam səmimi deyim. Bir qəribə hobbim var idi, bir xəstəlik idi. Pulu götürürdüm, parçanın arasında ütülüyürdüm. Düppələm düz görürdüm pulu. Sonra bunu yığırdım. Və bu şəkildə amma evdəkilər elə bilirdi ki, mən bu pulu götürüb gedib məktəbdə, yəni praktiki nələrsə alıram da istifadə edirəm. Amma sonra günlərin bir günü mən pulumu çıxardanda şoka düşdülər. Yəni də miqdarını deməyəcəm. Siz təsəvvür edin ki, 2 il yarım ərzində yığdığım bir pul idi. Xeyli bir pul idi və çox vacib bir şeyə də istifadə olundu.
faydası da göründü. Yəni evdəkilərin mənə verdiyi o vəsaiti yenidən onlara qaytarmış oldum, amma faydalı şəkildə. Amma mən bir mənə motivasiya verirdi də. O motivasiyanın sayəsində mən didirdim, özümü oxuyurdum. Amma təxminən 3-cü, 4-cü, 5-ci siniflərdə baş verən bu tendensiya həyatıma elə bir təsir elədi ki, 6-cı sinifdə artıq 1 manat da verilmirdi, amma mən oxumaya bilmirdim. Çünki o alqoritm xasiyyətə çevrilmişdi. Və o xəttdən də çıxa bilmirdim. Ta düz sona qədər də əylaca getdim. Sona qədər də. Çünki elə bir xətt qoyulmuşdu ki, ondan sonra özümə ar bilirdim kənar, yəni dərsi bilməmək və ya bilmirəm demək. Yəni xırda bir məqamdır. Bir insanın həyatında xırda bir məqam ola bilər, amma bu xırda məqam bir həyatın sonrakı istiqamətinə uğur nəsib eləyə bilər. Yəni motivasiya anlayışı həqiqətən çox vacibdir. Çox. Yəni mən də sizə tövsiyə edirəm. Arada övladlarımızın təhsildə uğur qazanmasını və ya cəmiyyət içində, ailə içində özünün davranış qaydasını yaxşılaşdırmaq istəyirsinizsə, həqiqətən onun marağına uyğun motivasiya edici tədbirlər görün. Onların istədiyi, nəyi daha çox xoşladığıyla maraqlanıb onu vəd eləyin. Amma vəd elədiyin şeyi yerinə yetir. O bunu eləyirsə, o vədin qarşılığında dediyin sözü yerinə yetir. Qoy görsün ki, həqiqətən onun yola verilmədi. Və bu şəkildə yavaş-yavaş bir müddətdən sonra həmin şey onun xasiyyətinə çevriləcəkdir. O artıq ayrı cür hərəkət etməyəcəkdir. Belə çox deyə anlayış. Nəzarət mexanizmi idarəçilikdə çox vacibdir. Özünüz bilirsiniz ki, fəaliyyəti nə şəkildə qurursan qur. Amma bu fəaliyyətin gedişatına nəzarət etmirsənsə, uğur məsələsi qəliz bir məsələdir. Qərar vermə anlayışının vacibliyi var. Kommunikasiya ümumiyyətlə müəssisə fəaliyyətində çox vacib bir anlayışdır. Bir müəssisə daxilində şöbələr arasında, rəhbərliklə işçilər arasında kommunikasiya yoxdursa, burada baş verən proseslər hansı vəziyyətdə aşkar olunacaq? Nə şəkildə effektiv idarə etmədən söhbət gedə bilər? Çünki effektiv kommunikasiya əməkdaşlar arasında anlaşmanı gücləndirir. İşin düzgün icrasını təmin edir. Səhvlərin vaxtında aşkar edib qarşısının alınmasına kömək edir. Çünki layihə komandası gündəlik görüşlər keçirməlidir. İşçilərlə layihəni müzakirə etməlidir. Qarşıya qoyulmuş məqsədləri təhlil etməlidir. Yeri gəlsə hər gün təhlil etməlidir ki, bugünkü işimizin məqsədi bundan ibarətdir. Çünki işin məqsədi bilinmirsə işçilər arasında, ümumi fəaliyyət uğura gətirib çıxara bilməz. Çünki müəssisənin qarşısına qoyduğu məqsədin müəyyən bir hissəsi mütləq işçilərə aydın olmalıdır. Yoxsa işçi elə bilər ki, o yalnız elə pul qarşılığında gəlib iş görən bir fəhlədir, nayomnikdir. O özünü heç vaxt şirkətin bir parçası hesab eləmir. O yalnız pul qarşılığında işləyən bir şəxs sayır. Məsələn deyək, elə müəllim yoldaşlar var ki, mən ona irad bildirəndə ki, mən sənin dərsdə ruhuvu görmürəm. Düzdür, dərsi izah eləyirsən, amma orada ruhuvu görmədim da mən sənin dərs müddətində. Dinləyirəm, ancaq elə dərsdən danışsan. Heç bir belə müasir nümunələrlə ona misal gətirmirsən. Tələbə artıq ənənəvi elmi informasiyadan yorulur. Deyir, neynim ki, mən əsas odur ki, 55 dəqiqədə dərsimi dedim, maaşım yazıldı, tutuyor. Baxırsan ki, bu adam elə ancaq pul fikirləşir, yəni pul qarşılığında xidmət göstərən bir maşın. Bu isə yəni düzgün anlayış deyil. İşçi qarşıya qoyulmuş məqsədi, prinsiplərini bilməlidir ki, təşkilatın ümumi fəaliyyətinin bir hissəsinə çevrilə bilsin. Və mütləq şəkildə performans məsələsi və onun qiymətləndirilməsi çox vacib bir anlayışdır. Gəlin belə eləyək, yoldaşlar. Sadə baxıram 22-28-dir. Sabah Allah qoysa bizim axşam yenə dərsimiz var. Sabah Allah qoysa mütləq şəkildə qoşulaq. Qoşulaqla bu prosesi davam etdirək. Nə deyirsiniz? Yenə hamılıqla qoşulaq. Onsuz da sonuncu dərslərdir. Mümkündürmü? Mümkündür məncə. Saat neçə üçün planlaşdırırsınız? Mütləq axşam. Yəni Allahın izni sabahçı qrupların vaxtına baxaq. Böyük ehtimal ki, yəni 8-in yarısından sonraya bu proses ola bilər. Tamamdır. Oldu. Aha, aydın oldu. İnşallah, sabah Allah qoysa düz qaldığımız yerdən yenə bax, gün niyə görə ləzzət elədi dərs? Bax, sağ olsun yoldaşlar, siz fikir də bildirirsiniz, nümunələr bildirirsiniz, maraqlı yanaşmalar göstərirsiniz. Bax, GMO ilə bağlı ən azı 2-3 dənə fikir eşitdim. İdarəçiliklə bağlı, performansla bağlı, motivasiya ilə bağlı yoldaş maraqlı ideyalar edir. Beləliklə, bax, bu fikir mübadiləsi inkişafın əsasıdır. Mən sizdən nələri söylənirəm, siz də hər biriniz bir-birinizdən hansısa fikri götürürsünüz. Sonra bunlar hamısı ümumi təcrübəyə çevrilir və hər kəs öz fəaliyyətində bunu tətbiq eləyir.
Yəni həqiqətən mübadilə, kommunikasiya inkişafın əsasıdır. Kaş vaxtımız daha çox olardı. Prosta gəlib imtahan vaxtına dirənmişik. Daha çox vaxtımız olardı da bu mövzuları testlərlə ən başından tutmuş bu günə kimi daha fərqli şəkildə nizamlaya bilərdik. İnşallah. Tək Allah qismət eləsin. Allah ömür versin. Mən inanıram ki, bu il indi uğur hamı iştirak edəcək. Növbəti illərdə biz yenə mütləq şəkildə hansısa platformada rastlaşacağıq. Çünki onlayn mühitdə mütləq məni görəsiniz. Mən də ən azından sizlərlə bərabər olacağam. Bu yaxınlarda elə onlayn dərs sistemində düz 4 qrup yoldaşımla rastlaşmışam. Heç hamısı dərs müddətində bildirmədilər. Sonradan dərsdən sonra yazdılar ki, salam, nətərsən cəhətinə var, nə yox. Dedim, sağ ol, kimdir? Mənim qrup yoldaşım falan filan. Hə, dedim, ha, nə yaxşı. Mənim sözüm açığı, qrup yoldaşım çoxdur. Çünki mən 5 dəfə magistratura oxumuşam. Mənim 5 dənə magistratura, qırmızı diplomla 5 magistraturam var. Yəni ömrümün çox hissəsi Bakı Dövlət Universitetində keçibdir. Ona görə Eyni tipli ixtisaslardır, üzr istəyirəm. Yoxsa bəli, bəli. fərqli ixtisas dəyişdirmədi yoxsa? Yox, ixtisas dəyişdirmə yox. Eyni, yəni fakültənin müxtəlif bölmələri. Yəni müasir Azərbaycan tarixindən tutmuş da Avropa, Amerika və Amerikaşünaslığa qədər bütün yəni ixtisaslarda oxuya-oxuya getmişəm. Ən sonca Amerikaşünaslıq istiqamətindən axırıncə dedim bəsdir də. 10 il magistratura bəs eləyər. Ona görə həddən çox qrup yoldaşım var. Həddən çox və istər-istəməz onlar müxtəlif sosial platformada da rastlaşanda rahatlıqla məni tanıyırlar. Mən biraz amma yada salmağa biraz gedir də, biraz hansı qrupda, neçənci ildə, hansı ixtisasda yavaş-yavaş aşkar eləyib tapıram. Mən sizə nə deyim, can sağlığı arzulayıram, həqiqətən oxuyun, övladlarınıza gözəl təhsil verin. Yəni təhsil məsələsində yorulmayın. İstər özünüzün təhsilində, istərsə də övladlarınızın təhsilində zərrə qədər mənim sizə bir qardaş tövsiyəm, müəllimliyi qoyun, bir qardaş kimi tövsiyə edirəm, bir vətən övladı kimi tövsiyə edirəm. Siz valideyn olaraq qətiyyən övladların təhsili məsələsindən bir addım geri atmayın, yorulmayın. Onlar nəyisə bezdirib, nəyisə müxtəlif bəhanələr eləyə bilər, cəfa çəkdiyini göstərə bilər. Amma siz bu sahədə yorulmayın. Çünki gələcək dediyimiz anlayış ancaq təhsildən keçir. Bizim bir normal bir cəmiyyətə çıxmaq istəyiriksə, ideal gəncliyi böyütməliyik. Ayrı variantımız yoxdur, yoldaşlar. Çünki təhsilli övlad ağıllı övlad deməkdir. Təhsilli övlad cəmiyyətə normal vətəndaş deməkdir. Cəmiyyətə normal vətəndaş olan öz quracağı ailədə də normal olacaqdır, nümunəvi olacaqdır. Ona görə bu gün siz onlara xərclədiyiniz 5-10 manat pula görə qətiyyən darınmayın. Bəli, boğazınızdan kəsəcəksiniz. Bəli, əyləncənizdən, gəzintinizdən kəsəcəksiniz. Amma onlara gözəl təhsil verin. Mütləqdir, mütləq. Mənim sizə tövsiyəm budur. Və son ana qədər mənim bu boğazımdakı nəfəsim kəsilənə qədər də yenə də deyəcəyim şey təhsil, təhsil, yenə də təhsil. Bu millətin təhsil xaricində nicat yolu yox. Bizim gələcəyimiz ancaq təhsildir. Çünki bir gəncin, bir məktəblinin iki fəaliyyəti ola bilər. Ya təhsil alaraq başı kitaba qarışmalıdır, ya da təhsil almırsa bu sosial şəbəkəyə qarışmalı və uğursuz bir həyata doğru getməlidir. Bunun iki yolu var. Yəni gələcəkdə onun mütəxəssis kimi deyək ki, hansısa peşəni seçməsi, ya peşə məktəbində gedib konkret ixtisas öyrənməsi onun növbəti mərhələsidir. Amma uşaqların orta məktəbdə müəyyən o formalaşma dönəminin ana xətti var. Yəni 5-ci sinifdən 9-cu sinifə qədərki dönəmdə qətiyyən əl çəkməyin uşaqlardan. Nəzarət, nəzarət, nəzarət. İmtahanlar, sınaqlar və nəticənin tələb olunması. Çünki bir şagirdin iki fəaliyyəti ola bilər. Ya oxumalıdır, ya da gic-gic, yəni özünə, cəmiyyətə uyğun olmayan adamların təsiri altına düşüb onlara qoşulmalıdır. Nəzarət eləyin. Aşınmayın. Bəzən xətrinə dəyəsiniz, bəzən onun qəlbini sındırasınız. Amma onu da yumşaq şəkildə nizamlayın, amma onları təhsilə qaytarın. Hələ gec deyil. Hələ vaxtımız var. O məsələdə vaxtımız var. Mən sizlə sağollaşıram. Özünüzə yaxşı baxın deyirəm. İnşallah sabah mütləq gözləyəcəm sizi. Qoşulacağıq yenə inşallah. Çox sağ olun, təşəkkür edirəm. Bir dənə, Sağ olun, müəllim. Buyurun, buyurun. bir dənə Bunun adamın keçidi yoxsa testi bir dənə onu bilmək istəyirəm mən. Haycan, bir də deyin.
Sabah bu mövzunun davamını keçirik, yoxsa test keçirik? Yox, bu mövzunun davamı. Sabah Allah qoysa idarəçiliyin davamı. Çünki idarəçiliklə bağlı çoxlu kompetensiya qaldı. Onların hər birinə bir 50-60-a yaxın nümunə var da. İndi bir motivasiyanı dedik, nə bilim müxtəlif şeyləri dedik. Sabah da o bir detallara dair fikir mübadiləsi aparacağıq. Mütləq şəkildə ki, Onda müəllim, ümumi materialı bugün göndərərsiniz. Biz göz gəzdirərik də sabahda hamısını danışarsınız, olarmı? baş üstə. Çox sağ Bəli, olun, təşəkkür edirəm. xahiş də mənim olacaq. Gecdə sizi də çox tutmaq istəmirəm. Buyurun. Ən son tarix deyək də, Azərbaycanın ən son tarixi hardasa 1980-ci ildən sonra, 1990-cı ildən sonra mən şeylərin içindən tapa bilmədim. Atdığınız dərsliklərin içindən. Siz Onu bir mənim, daha mümkünmü mənim təkrar atmaq? problem yoxdur. Siz mənim nömrəmə, bax mənim telefon nömrəm materialların üstündə var da, 627 87 Bəli, 70. bəli. Ora yazın. Mən sizə bütün materialların PDF-ini və lövhə variantını göndərim. Tamam, başa düşdüm mən. Oldu. Oldu. Çox sağ olun. Oldu. Sağ Gecəniz olun, xeyir. Sağ gecəniz olun. xeyir. Sağ olun, sağ olun, Sağ olun. sağ olun.